Salam əziz dostlar, yoldaşlar, hər birinizi xoş gördük. Yeni videoya xoş gəlmisiniz. Bu videoda sizlər üçün çoxbucaqlılar, dördbucaqlılar mövzusunun son bölməsini izah edəcəm. Deməli, bölməmizin adı trapesiya və onun orta xətti. Cəmi 70 sualdır. Çalışaq ki, hər birinə ətraflı baxaq. Yenə həmişəki kimi xatırladım ki, yəqin ki, qaydaları oxumusunuz. Qaydaları bilmədən misalları yazmağa çalışmayın. Misalların keçək indi bir-bir izahına baxaq. Deməli, trapesiya və onun orta xətti. Əvvəlcə mən ekranı yaxınlaşdırım. Siz rahat görə biləsiniz. Başlayırıq birinci sualdan. Deməli, nə deyir? Deyir, ABCD trapesiyasında MK orta xəttdir və orta xətt 5-dir. MK 5-dir. BC 2-dir, olsun 2. AD-ni soruşur. Biz bilirik ki, trapesiyada orta xətt, yəni MK bərabərdir oturacaqların cəminin yarısı, yəni BC üstəgəl AD bölü 2. Buradan yerinə qoysaq onda 5 bərabərdir 2 üstəgəl AD-miz də x-dir bilmədiyimizə görə bölü 2. Çarpaz vursam 2 üstəgəl x bərabər 10 alaram. Deməli x də buradan 8 imiş. Yəni AD oturacağımız 8-dir. Cavab B variantı. İkinci sualda nə deyir? Orta xətti 6, yan tərəfi 4 olan bərabər yanlı trapesiyanın perimetrini tap. Bərabər yanlı trapesiya çəkək. Orta xətti 6-dır. Orta xətt 6, yan tərəfi 4-dürsə, digər yan tərəfdə 4-dür. Bizdən perimetrini istəyir. Perimetrini bilmək üçün biz trapesiyanın oturacaqlarını da bilməliyik. Oturacağını bilmirik, amma orta xəttini bilirik. Orta xətti necə tapırdıq? Oturacaqları toplayıb 2-yə bölürdük. Onda buradan çarpaz vursaq, oturacaqların cəminin 12 olduğunu taparıq. Ayrılıqda neçədə heç bunlar lazım deyil. Perimetr istəyir. Perimetrdə oturacaqların cəmi, yəni 12. Üstəgəl yan tərəflərin cəmi 4 və 4. Bunlara qədər 20 eləyir də. Deməli, ikinci sualda da cavabımız 20, yəni D variantı. İndi baxaq üçüncü suala. Deyir, bərabər yanlı trapesiyada kör bucaq təpəsindən çəkilən hündürlük. Yaxşı, bir dənə yenə bərabər yanlı trapesiya çəkək. Bərabər yanlı kör bucaq təpəsindən çəkilən hündürlük. Buradan bir dənə hündürlük çəkək aşağıya. Oturacağı 7 və 49 uzunluğunu 2 parçaya bölür. Bura 7 olsun, burada 49 olsun. Bizə deyir, trapesiyanın kiçik oturacağını tapın. Yəni, bərabər yanlı trapesiyada bilirik ki, biz hər zaman tez 2 dənə hündürlük yendirməliyik. 2 dənə hündürlük yendirdim. Bu kənar 7 idisə, bu kənarda olacaq 7. Onda bu 49-dan 7-ni çıxsam, orta hissə 42 qalar. Bu orta hissə 42 olduğuna görə, bu orta hissə ilə bizim kiçik oturacağımıza bərabərdir. Deməli, bizim kiçik oturacağımız da elə 42-dir. Yəni, üçüncü sualda cavab Y variantı. Yenə deyirəm, bərabər yanlı trapesiyada tez 2 dənə hündürlük yendirmək lazımdır. Çox vaxt misallarda bu lazım olur. Dördüncü suala indi keçid edirik. Görək burada nə deyir. Deyir, oturacaqları AD və BC olan ABCD trapesiyası. Yaxşı, bir dənə yenə trapesiya çəkək. Oturacaqları AD və BC olsun. Oldu. MN paraleldir AD-yə. Bir dənə MN çəkirik. Orta xətt olduğunu bilmirik ya. Sadəcə paraleldir. Hələ orta xətti yoxsa yox, onu deməyib. M nöqtəsi AB tərəf üzərində, N nöqtəsini N nöqtəsi də CD tərəf üzərindədir. Lap yaxşı. AB 16-dır. MB 4-dür. Burada 4-dür. Cəmi 16 idi. Sonra burada 12-dir. CN 3-dür. Bizdən ND-ni soruşur. X-i soruşur. Biz bilirik ki, bax bu 3 düz xətt, 3-ü də paraleldir, görürsünüz. Bu keçmişdir ki, bunu elə həndəsən əsas anlayışlarında da var idi, ya da üçbucaqlarda da. Belə paralel düz xəttlərlə kəsilibsə, burada nisbətlər eyni olmalıdır. Bizdə də indi 4-ün 12-yə nisbəti bərabər olmalıdır. Deməli, 3-ün x-ə nisbətinə. Buradan da çarpaz vursaq, 4x bərabərdir 36, x bərabərdir 9 taparıq. Yəni, endimiz 9 imiş. Bu da belə getdi. İndi 5-ci suala baxaq. Beşinci sual deyir ki, yan tərəfi 5 olan bərabər yanlı trapesiya. Yaxşı, yəni bərabər yanlı trapesiya çəkək. Yan tərəfi də olsun 5. İti bucağın deyir, trapesiyanın diaqonalı iti bucağın tənböləndir. Yaxşı, buradan da bir diaqonal çəksək, deyir, iti bucağın tənböləndir. Alfa, alfa.
Onda bura alfadırsa çarpaz olduğuna görə burada alfadır. Onda yan tərəf 5-də deməli kiçik oturacaq da 5-dir. Bizdən ilə trapesiyanın kiçik oturacağını soruşur. Deməli cavabımız 5. 5-ci sualda, yəni B variantı. Keçdik indi 6-cı suala. 6-cı sualda da elə eyni şey deyir. Bərabər yanlı trapesiyadan söhbət gedir yenə. Kiçik oturacağı 8-dir. Diagonal iti bucağın təm bölənidirsə, baxın diagonal əgər alfa alfa bölürsə, bura alfadır, çarpaz olduğuna görə burada alfadır. Baxın bu ikisi çarpazdır da. Onda bu alfalar bərabər olduğuna görə, deməli bərabər yanlış bucaqdır. Bura 8 olduğuna görə burada 8-dir. Yan tərəfimizdə 8-dir. Bizdən yan tərəf soruşur. 6-cı sualda cavabımız C variantı. Keçdik indi 7-ci suala. Bir anlıq elə bildim ki, video qeydi başlatmamışam. Rəngim getdi, gəldi. Deməli, orta xətti deyir 16 olan trapesiyanın oturacaqların nisbəti 3/5-dir. Trapesiyanın kiçik oturacağını tapın. Da şəkil çəkmirəm. Oturacaqların nisbəti 3/5-dirsə, onda birinə 3K, birinə 5K yazıram. Orta xətti necə tapırdıq? Oturacaqları toplayırdıq, bölürdük 2-yə. Bu da eləyir 4K. Bizə də verib ki, orta xətti 16-dır. 4K deməli 16-dır. Onda belə çıxır ki, K4 imiş. K4 imişsə, biri 3 vur 4, 12 imiş. Biri də 5 vur 4, 20 imiş. Bizdən kiçik oturacağı soruşur. Kiçik oturacaq 12 olar. Yəni 7-ci sualda cavab D. Elə 8-i də buradan bulladaq getsin. Orta xətti 15-də oturacaqların nisbəti 3/2-dir. 3/2-dirsə yazıram oturacağın birinə 3K, digərinə 2K. Orta xətti tapanda mən oturacaqları toplayırdım. Böldüm 2-yə. Bizə verib ki, orta xətt neçədir? 15-dir. Deməli, bu bərabərdir 15-ə. 3K ilə 2K-nı toplayanda 5. Bu da 1-dir. Çarpaz vursam, yəni 5K bərabərdir 2 vur 15-ə 30-a. K-nı 6 taparam. K 6-dırsa 3 vur 6, 1 18, 1 2 vur 6, 12 imiş. Böyük oturacağı soruşur. Böyük oturacağımız oldu 18, yəni 8-də A variantı. Keçdik indi 9-a 10-a. Bərabər yanlı trapesiyanın diagonalı iti bucağı ayırır. Gəlin bir də bərabər yanlı trapesiya çəkək. Tutaq ki, bizim bərabər yanlı trapesiyamızdır. Onun diagonal iti bucağı 25 və 40 dərəcəli iki bucağı ayırır. Yaxşı, buradan çəkdim. İti bucağı ayırdı. Bura olsun 25 dərəcə, bura olsun 40 dərəcə. Bərabər yanlıydı axı. Onda cəmi 65 olsa, deməli digər iti bucağımız 65 dərəcədir. Sonra nə deyək? Trapesiyanın böyük bucağı tap. Yaxşı, iti bucaq 65 dərəcədirsə, trapesiyanın kör bucağını tapmaq üçün 180-dən çıxmalıyıq 65 dərəcəni. Qalır 115 dərəcə. Yəni 9-cu sualda cavabımız D variantı. Çünki baxın, bu kör bucaqla bu iti bucaq daxili bir tərəfli bucaqlardır. Çünki baxın, iki dənəsi paraleldir axı, trapesiyada oturacaqlar paraleldir. Bu da onu kəsən düz xətt. Onda burada alınan iti və kör bucaqlar deməli daxili bir tərəfli bucaqlarda onların cəmi 180 olmalıdır. İndi bu səfər 10-cu sualda deyir ki, kör bucağı ayırır. Eyni şeydir əslində. Şəkil çəkək görək də. Bu səfər deyir ki, kör bucağı 2 hissəyə bölür. Biri 80 dərəcəlik, biri də 35 dərəcə. Onda toplayanda nə qədər eləyir 80-dən 35-i? 115 dərəcə. Yaxşı, kör bucaq 115 oldusa, onda iti bucaq 65 dərəcə olmalıdır. Yəni trapesiyanın kiçik bucağı deyəndə iti bucağı soruşur. Elə eyni sual idi, bu səfər də oldu 65. Getdi indi 11-ə. Çalışaq elə bunun şəklin üzərində göstərək. Görək nə deyir ki. Deyir MNKP trapesiyasında NY paraleldir KP'yə, lap yaxşı. MY 6-dır, YP 5-dir. Deməli, olarsa trapesiyanın orta xəttini tap. Yaxşı, YP 5-dirsə, baxın burada da bura paraleldir, bu da bura paraleldir. Deməli, paralelogramdır da. YP 5-dirsə, onda NK da 5-dir. Onda orta xətti necə tapacağım? Oturacaqların cəmi yarısı aşağı oturacaq, böyük oturacaq 11-dir. Kiçik oturacağımız da 5 oldu. 11 üstəgəl 5 bölü 2. Bu da 8 eləyər. Yəni 11-ci sualda cavabımız C. 12-ci sualda da eyni qayda ilə gedək. Yenə BC-ni 7 verib, YD-ni 4 verib. BC 7-dirsə yenə baxın, bura paraleldir. Şərtdə də verib ki, AB də YC-yə paraleldir. AB də YC-yə paraleldir. Onda ora 7-dirsə, burada 7-dir paralelogram olduğuna görə. Onda aşağı cəmi elədi 11. Yuxarı 7, orta xətti tapanda bunları toplayıb 2-yə bölürük. Bu da 9 eləyər. Yəni 12-ci sualda da cavabımız Y. Getdik 13-cü suala. 13-cü sualda trapesiyanın diagonal deyir. Onun orta xəttini. Yaxşı, gəlin trapesiya çəkək.
Bir dənə də diagonal çəkək. Bir dənə də orta xətt çəkək. Orta xətt oxşamadı mı, nəysə. Trapesiyanın diagonalı onun orta xəttini 6 və 22 hissəyə bölür. Bura 6-dır. Burada 20-dir. Trapesiyanın böyük oturacağını tapın. Baxın bu üçbucağa baxın, bu üçbucağa. Həmən bu 20, həmən üçbucağın orta xəttidir. Çünki bu həm də trapesiyanın orta xəttidir axı. Deməli onun üçbucağın da orta xəttidir. Üçbucağın da orta xətti nəyə bərabər idi? Paralel olduğu tərəfin yarısına. 20 hara paraleldir? Aşağıya da, yəni oturacağı. Onun yarısı 20-dirsə, deməli bu tərəf 40 imiş. Yəni trapesiyanın böyük oturacağı 40 imiş. 13-cü sualda cavab A variantı. Getdik 14-cü suala. Deyir ABCD bərabər yanlı trapesiyasında AC diagonalı yan tərəfinə 35 dərəcə bucağı əmələ gətirir. BAC-ni tap. Bizdən buranı soruşur. Tapaq da bura 35, bura 90. Onda buranı necə taparsınız? Alfa deyək bura. Alfanı tapmaq üçün 180-dən çıxarsınız. 90-dan 35-in cəmini. Burada neçə qalar? 55 qalır səhv eləmirəmsə. Deməli alfamız 55-dir. Bərabər yanlı trapesiya deyirdi axı şərtdə biz. Onda deməli digər iti bucaqda 55 olmalıdır. Onda aşağısı 35-dir. Bu səfər də 55-dən çıxırıq 35-i. Deməli yuxarı BAC hissəsi 20 dərəcəymiş. Yəqin ki aydın oldu. Yəni 14-də Y variantı da oldu. 20 dərəcə. İndi 15-də görə nə deyir? ABCD trapesiyasında yenə yəni trapesiyamızı çəkək. AB paraleldir CD yazıb, ona görə gəlin belə eləyək də. Bura AB, bura CD deyək. Çünki bu şərt ödənsində AB CD-yə paralel olsun. Deyir AC diagonalı orta xətti 26 və 21 hissələrə bölür. Diagonal olsun. Bir dənə də yenə orta xətt çəkək. Bu da olsun orta xəttimiz. Orta xətti 2 hissəyə bölür 6 və 21. Bura 6 olsun, bura 21. Bayaq dediyim kimi, bura 21-dirsə, orta xətt olduğuna görə, deməli DC tərəfi, yəni böyük oturacağımız onun 2 mislidir, 42-dir. Burada 6-dırsa, bu səfərdə burada da bir dənə üçbucaq var da, körbucaqlı üçbucaq. Bu 6-dırsa, 6-da onda deməli AB-nin yarısıdır, yəni AB-miz də 6 vur 2-dir, 12-dir. Üstü tapdıq da bir oturacaq 12, biri 42 oldu, yəni 15-də cavab C variantı. İndi 16-ya baxırıq. Deyir, bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Qəşək. Nəsə, çox kobud trapesiya oldu ama olsun. Bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Trapesiyanın perimetri 48 olarsa yan tərəfi tap. Yaxşı. Bu da olsun orta xəttimiz. Bu da olsun AB, burada olsun. Bərabər yanlı da, burada C, burada C yazıram. Deməli C bərabərdir deyir. Bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə. Yəni C bərabərdir oturacaqların cəminin yarısına. Trapesiyanın perimetri də 48-dir. Perimetri necə tapırıq? A üstəgəl B üstəgəl 2C yazırıq da. C-ləri toplayırıq. Onda 2C-miz nə eləyər? Bax, buradan çarpaz vursam, elə 2C-miz alınır ki A üstəgəl B-dir. Daha burada belə qoyub, burada bərabər qoymalıyım. 2C A üstəgəl B-dir. Gəlin onda A üstəgəl B-nin əvəzinə burada 2C yazaq. 2C üstəgəl 2C, bu da bir 4C. Deməli perimetrimiz 4C-dir. Orada da perimetr 48 vermişik. 4C bərabər 48 isə C bərabər 48 böl 4. Deməli 12-miş. Yan tərəf 12-miş. Bizdən də yan tərəf soruşur. Deməli 16-cı sualda oldu C variantı. Getdi indi 17-yə. Deyir, trapesiyanın orta xətti 12-ci oturacağından 3 cm böyükdür. Yenə şəkil çəkək. Bu da olsun, yenə orta xəttimiz. Bura oturacağı A deyək, birinə B deyək. Deyir ki, orta xətti onun kiçik oturacağından 3 cm böyük. Yəni orta xəttimiz A üstəgəl 3-dür. Biz də bilirik ki, orta xətt, yəni A üstəgəl 3 bərabərdir oturacaqların cəminin yarısına. Buradan çarpaz vursam alıram 2A üstəgəl 6 bərabər A üstəgəl B. 2A çıx A. Deməli üstəgəl 6 bərabər B. B-ni tək saxladım. 2A-dan A çıxanda qalır A üstəgəl 6 bərabər B. Orta xəttin böyük oturacaqdan nə qədər? Hə, bizə deyir ki, orta xəttin böyük oturacaqdan B-nin biz A üstəgəl 6 olduğunu tapdıq. Orta xətti A üstəgəl 3-dür. Orta xətt böyük oturacaqdan nə qədər kiçikdir? 3 fa kiçikdir də. Biri üstəgəl 6-dır, biri üstəgəl 3-dür.
Cavab deməli D variantı. Heç bunun şifadə tapmaq olardı. Əgər orta xətt kiçikdən 3 sm böyüksə, deməli böyükdən də 3 sm kiçik olmalıdır da. Çünki orta xətt daxılı. Bunu şifadə yazmaq olardı. Nəysə, belə yazdıq getdi. İndi 18. Yenə trapesiya çəkməliyik. Deyək, trapesiyanın diaqonallarından biri, onun MN orta xəttini M nöqtəsindən başlayaraq 6/7 bölür. Yaxşı, bu diaqonalımız olsun. Bu da orta xəttimiz olsun. 6/7 nisbətinə bölür, yəni bura 6K-dır, digər tərəf 7K-dır. Deyir, bəs o birisi diaqonal necə bölər? Bu asan məsələdir ki, bura 7K-dırsa aşağı 14K yazıram. Burada 6K olduğuna görə burada 12K yazıram. İndi digər diaqonalı da çəksəm, bu səfər bu məsafə, yaşımla göstərək. Bu məsafə olacaq, həmən bu üçbucağın yarısı boyda, yəni 12K-dırsa bura 6K olacaq. Digər bu məsafəmiz də, bu məsafəmiz, bu da böyük üçbucağın orta xəttidir. 14K-dırsa deməli, orta xəttdə üçbucaqda oturacağın yarısı boyda daxil. Deməli, bu da 7K olacaq. Yəni, bayaq 6/7 idisə, indi 7/6 olacaq. Baxın, 7, sonra 6 gəldi. Yəni, cavabımız 7/6. 19-cu sual. Trapesiyanın diaqonalları 10-12, təpələri onun tərəflərin orta nöqtələri arasında 4 bucağın perimetri. Artıq bu sual hər mövzuda qabağımıza çıxdı. Həm polliqramda, həm düzbucaqlı rombda, həm də trapesiyada. Yadınızda saxlayın ki, ixtiyari 4 bucaqlının, ixtiyari, yəni nə 4 trapesiya olsa da olar, olmasa da, tərəflərin orta nöqtəsini birləşdirəndə alınan fiqur kim idi? Polliqram idi. Və biz isbatını da göstərmişdim ki, mən niyə belədir? Orta xətt qaydasına görə. Və həmən polliqramın, içəridə alınan polliqramın perimetri bərabərdir böyük trapesiyanın diaqonallarının cəminə, yəni D1 üstə gəl D2-yə. Bizdən də diaqonalları verib 10-12 perimetri soruşur. Deməli, perimetri bərabərdir 10 ilə 12-nin cəminə. Yəni 22. 19-cu sualda da C. İndi keçdik 20-ci suala. 1, 2, 3. Bu sual tanış gəldi. 20-ci sualdan bayaq da var idi. Gəl, bunu şəklin üzərində göstərək. Nəsə deyir, bərabəryan trapezi. Bura 25, bura 90-dırsa, buranı tapmaq üçün 90-dan çıxacam elə 25-i. Daha rahat tapacam, qalacaq 55 dərəcə. Səhv eləmirəmsə. 55 dərəcə. Yoxsa? Yox, 55 yox, 65 dərəcə. Bura 65 dərəcə olsa, deməli, bütün digər bucaqda 65 olmalıdır. Çünki bərabər yan trapesiyadır. Yaxşı, aşağısı 25-dirsə, yuxarısına qalır. Onda 65-dən çıxıram 25-in. Yuxarısına da qalır 40 dərəcə. Yəni, bu BAC bucağı deməli 40 dərəcəymiş. 20-də də C-dir. Gəldik 21-ə. 21-də də görək nə deyir. Deyir, bərabər yanlı trapesiyanın oturacaqları 50-14, diaqonalı 40-dır. Onun perimetrini tap. Yaxşı, tapaq da görək nətər tapırıq. Bu olsun bizim bərabər yanlı trapesiyamız. Oturacaqları 50 və 14. Bura olsun 50, bura olsun 14. Diaqonal da 40-dır. Diaqonal da olsun 40. Deyir, onun perimetrini tap. Perimetri tapmaq üçün mən nə etməliyəm? 50 ilə 14-ü toplamalıyam. Bir də üstünə yan tərəfləri gəlməliyəm. Yan tərəfləri bilmirəm, amma bilirəm ki, bərabər yanlıdır. X yazdım, getdi. Bəs yan tərəfi necə tapırıq? Bərabər yanlı trapesiya da həmişə dedim ki, hündürlük yendirməklə. Baxın, buradan bir hündürlük yendirirsiniz. Görün, nə alacaq. Deməli, buradan da gəlin, hələ 40-40 xəttlərlə birini göstəreyim. Bura 14-sə, ortada 14 olur. Bu kənarlar da olur 50/14/2. Yəni 18. Deməli, burada 18-dir. Bu kənar da 18-dir. Onda buradan bura bütün 50/18, yəni 32-dir. 50-dən bir dənə bu 18-i çıxanda qaldı 32-dir. İndi bura 40, bura 32. Bu 14-ü silin buradan, çaşdırmasın. 40-32 bu birisi hündürlüyümüzü necə taparıq? Pifagor teoremindən. Deməli, h kvadrat üstə gəl 32-nin kvadratı bərabər olmalıdır 40-ın kvadratına. Buradan da rahatçılıqla tapmaq olur ki, h deməli bu 4/8 deməkdir, bu 5/8. Deməli, h da olmalıdır 3/8. Bu da 24-dür.
Deməli H24. Yaxşı, H24 tapdıq. İndi burada 18-dir. Bu səfər də x-i necə tapacağıq? Bu səfər də h kvadratından 18-in kvadratı bizə verəcək x-in kvadratını. H-da 24 tapmışıq axı. Deməli 24-ün kvadratı üstəgəl 18-in kvadratı bərabər x kvadratına. 24 də 4 vur 6 bu. 3 vur 6-dır. Cavabımız da deməli 5 vur 6 olmalıdır. Şifayı hesablayıram mən. Siz başqa yollarla da hesablaya bilərsiniz. Cavabımız 5 vur 6. Yəni 30-dur deməli x. Yəni yan tərəfimiz deməli 30-dur. Deməli oturacaqların üzərinə mən 2 dənə yan tərəf gəlməliyim. 2 dənə yan tərəf də 60 eləyir. İndi bu üçün toplayanda da 124 alınır. Cavab Y. Yəni yadınızda olsun ki, həmişə bərabər yan trapeziyada hündürlük endirmək lazımdır. Hündürlük. Bax, bunu ağlınızın bir köşəsinə qoyun. Deməli indi baxırıq 22-ci suala. Deyir ABCD trapeziyasında MN AD-yə paraleldir, lap yaxşı. AB 12-dir. CN 4-dür, ND 12-dir. AB-miz də opşi 12-dir. Bura x deyirəm, ona bura 12 çıx x olur. Yenə bayaq yazdığım nisbət məsələsi x bölünsün 12 çıx x bərabərdir 4 bölünsün 12-yə. İxtisar etsəm bunu 3-də 1 qalır. Çarpaz vursam 3x bərabərdir 12 çıx x. Deməli buradan 4x bərabərdir 12, x bərabər 3 alıram. Deməli BM 3 imiş, aşağıda onda bura 3 imiş, aşağıda 9 imiş. Bizdən balaca hissəni soruşur. Balaca hissə olmalıdır 3, yəni 22-dir cavab D variantı. İndi baxaq 23-ə. Bərabər yanlı trapesiyanın kör bucağı. Yaxşı, bir dənə bərabər yanlı trapezi çəkək. Kör bucaq təpəsinin çəkilmiş hündürlüyü orta xətti deyir 2 və 11 uzunluqda 2 parçaya bölür. Buradan bir dənə hündürlük çəkirəm. Bu orta xətti, orta xətti çəkməliyəm onu. Bu da bizim orta xətti. Orta xətti bölür 2 yerə və 2 və digər hissəsi də 11. Bizə deyir böyük oturacağın uzunluğunu tap. Tapaq da bax. Bu orta xətt daxı tərəflərin ortasında. Onda bu düzbucaqlı bucağın da orta xəttidir. Bura 2-dirsə onda bu məsafə 4 deməli. Bura 4-dür. Buradan bu tərəfdə 11 idi axı. Buradan bu tərəfdə. Buradan bu tərəf deyəndə indi burada şəkil bizi çaşdırmasın. Orta xəttimiz cəmi 13-dür də 11 ilə 2. Orta xətt 13-dürsə onda bu məsafə də 13 idi bərabər yanlı trapeziyada. Bunu da istəyirsiniz göstərək. Necə göstərə bilərik? Gəlin baxaq. 13 olduğunu bilənlər misalın cavabını tapıb artıq. Amma niyə 13-dür? Orasını da göstərək. Deməli buradan bir dənə hündürlük çəkək. Onda yenə bu qıraq hissədə 2, burada 4 olar. Burada bir x deyək, yuxarıda x-dir. Onda gəlin baxın, bütün aşağı neçə oldu? X üstəgəl 8. Yuxarı oturacaq neçədir? X-dir. Oturacaqları toplayıb 2-yə böləndə orta xətti verməlidir. Orta xəttimizdə 13 idi axı cəmi. 11 buradan bu tərəf idi. Bura 2 yazmışamsa bu balaca hissə, bu orta hissə 9 qalırdı. Nəsə, orta xəttimiz əsas 13 idi. Çarpaz vursaq 2x üstəgəl 8 bərabər 26. 2x bərabərdir 18, x bərabər 9 tapırıq. Deməli, bu hissə 9-dur, deməli, yuxarıda 9-dur. Bu hissə 9-dursa, 9, 4, 4. Bunların cəmi neçə eləyir? Baxın, 9-dan 4-ün cəmi 13 elədir. Yəni, bu məsafə ilə orta xəttə bərabərdir həmişə. Bərabər yanlı trapeziyada. Nəsə, bütün böyük oturacağımız oldu. 4, 9, 4. Bunların cəmi bu da eləyir 17. Cavabımız D variantı. %24-cü sual. Deyir verilir. ABCD trapeziyasında BC paraleldir AD-yə. Daha doğrusu hədə BC paraleldir AD-yə. Yaxşı bildik. AC bərabər CD-yə. BC 1-dir. A bucağı 90 dərəcədir. Nəsə, MN orta xəttinin uzunluğunu istəyim. Əvvəlcə gəlin şəkli özümüz çəkək. Buradakı şəkil çox balacadır. Deməli yazıram bura 24. Düzbucaqlı trapeziyadır gördüyümüz kimi. Bura olsun A, bura B, bura C, bura D. Bura olsun AC, bu da MN. İndi bizə deyir ki, AC bərabərdir CD-yə. Baxın, AC bu bərabərdir CD-yə. Sonra BC 1-dir. Yaxşı, BC yuxarıya 1 yazıram. A bucağı 90 dərəcədir, yəni düzbucaqlı trapeziyadır. MN orta xəttini deyir tap. Yaxşı, MN orta xətti necə tapırıq? Buradan bir dənə hündürlük çəkirik, üzü aşağı. Burada bir
nə nöqtəsi deyək, K nöqtəsi deyək. Baxın, onda AK məsafəsi elə BC məsafəsinə bərabər olur. Çünki burada düzbucaqlı yanarda. BC 1-dirsə AK da 1-dir. Yaxşı, bunda burada da bərabər yanlış bucaq var. Axı, baxın, AC CD-yə bərabərdir. Bərabər yanlış bucaqda hündürlük həm də mediandır. Deməli, onda AK 1-dirsə KD də 1-dir. Gözəl. Onda aşağı oldu cəmi 2. Yuxarı oturacağımız da 1-dir. Balaca oturacağımız. Orta xətti soruşur. Orta xətti necə tapırıq? Oturacaqları toplayırıq, bölürük 2-yə. Bu da oldu 1, onda 5. Baxın, üçbucağı bilməliyik. Görürsünüz? Bir dənə hündürlük endirdim. Ora bircə aşağı 1. Bərabər yanlı görülmüş bucaq var burada. Bərabər yanlış bucaqda hündürlük həm də mediandır. Deməli, bura 1-dir, sağ tərəfdə. Burada 1-dir. Ondan sonra qalanı basit. İndi baxırıq 25-ci suala. Deməli, ABCD trapesiyasında nəsə heç bunun şəklini üzərində göstərmək olar. 1, 2. Şəkili sizin üçün yaxınlaşdırdım. Mümkün qədər ən yaxın versiya budur. Deməli, AK və BK tənböləndir. Tənböləndirsə, bura alfa yazıram, bura alfa yazıram. Bunu çarpaz olursa ona görə bura alfadırsa, bura da alfadır. Onda belə çıxır ki, DK-ya bir x yazsa, bura da x olur. Eyni şeyi burada bir beta yazsa, bura beta olduğuna görə çarpazdır, burada betadır. Onda bura bir y yazsa, burada bir y olur. AB-nin də indi bizə görə nə verib? DC-ni verib 8. Yuxarı 8-dir. Yəni x üstəgəl y 8-dir. Aşağına verib 12 trapesiyanın perimetrini soruşur. Perimetri tapanda mən həmən 8 ilə 12-ni toplayacağam. Bir də yan tərəfləri toplayacağım. Yan tərəfində biri x-dir, biri y-dir. Bir də x-dən y-i toplayacağam. Və x-in y-in də cəminin elə 8 olduğunu yuxarıdan görmüşdüm. Deməli, onda 8 üstəgəl 12, üstəgəl bir dənə 8 yazacağam. Bu da 28 eləyəcək. Yəni cavabımız B variantı 25-ci sualda. Çox qəşəng sualdır. Uzaqlaşdıraq indi. İndi gəldik 26-ya. Deyək, trapesiyanın bir oturacağı digərdən 3 dəfə böyükdür. Olsun belə. Bu trapesiyanın orta xəttinin onun böyük oturacağının hansı hissəsini təşkil edir? Yaxşı, 3 dəfə böyüksə bir digərindən, birinə A yazıram, digərinə 3A. Orta xəttimiz onda nə eləyir? 3A ilə A-nın cəminin yarısı. 3A üstəgəl A bölü 2. Yəni eləyir 2A. Orta xəttimiz. Bizə deyir ki, orta xətt böyük oturacağın hansı hissəsidir? Heç nə, 2A-nı böyük bölürük böyük oturacağa da. A-lar gedir, qalır 3də 2 hissəsiymiş. Y variantı. 27-də də eynən belədir. Biri o birisindən 3 dəfə böyükdür. Orta xətt kiçik oturacaqdan neçə dəfə böyükdür? Bu səfər deyək kiçik oturacaqdan. Yəni 2A A-dan neçə dəfə böyükdür? Kiçik oturacağımız A-da 2A-nı A-ya bölsək 2 dəfə böyükdür. Yəni 27-də də cavabımız A variantı. Keçək indi 28-ə. Bərabər yanlı trapesiyanın deyir oturacaqları 6 və 15. Lap yaxşı. Bura olsun 6, bura olsun 15. Və diaqonalı onun iti bucağını yarıya bölür. Yaxşı, bir dənə diaqonalı çəkək. İti bucağını yarıya bölsün. Alfa, alfa olsun. Yenə bura alfadırsa çarpaz olduğuna görə burada alfadır. Onda belə çıxır ki, bu yan tərəflər var burada. Bunlar bir-birinə bərabərdir. Çünki bucaqlar eynidir. Onda ora 6-dırsa burada 6-dır. Bərabər yanlıydı axı, burada 6-dır deməli. Perimetri tapanda 15 ilə bu 6-ların cəmi. 3-dən 6-da 18 edir. 15 ilə 18 toplayacağım. 33 eləyər. Yəni 28-də də cavabımız A. Gəldik 29-a. nə deyir? Deyir, bərabər yanlı trapesiyanın diaqonal iti bucağının tənbölənidir. Lap yaxşı. Diaqonal iti bucağının tənböləndirsə, yenə alfa, alfa, yenə bura alfadırsa, bura alfa, bura x-dirsə, burada x, bərabər yanlıdırsa, burada x. Orta xətti 7.5 tənbölənidir və orta xətti 7.5, 12.5 uzunluğunda parçalara bölür. Həmən bu diaqonal orta xətti 2 hissəyə bölür. Bu hissənin uzunluğu 7.5 olsun. Bu hissənin uzunluğu 12.5. Yaxşı, bura 7.5-cə demişdik. Orta xəttidə, bu üçbucağın, körbucaqlı üçbucağın orta xəttidir. Orta xətt 7.5-cə, onda oturacaq onun 2 mislidir. Yəni 7.5 vur 2, 15-dir. Eyni ilə bu məsafə 12.5-dir, onda aşağıda 12.5-in 2 mislidir. Yəni 25-dir. Trapesiyanın deyir perimetri tap. Yuxarı 15 olsa, bu tərəflərdə x yazmışıq. Deməli, bunlar da 15-15-dir. Perimetri tapanda 3-dən 15 üstünə gələcəm, aşağı oturacağı 25-i. Yəni 45 ilə 25-i toplayacam. Bu da 70.
Yəni D variantı 29-cu sualdır. 30-cu sualda maraqlı sualdır. Deyir, müstəvi üzərində düz xətti kəsməyən parçanın ucuları, bu olsun bizim müstəvimiz. Bunun üzərində düz xətti kəsməyən parçanın ucuları bu düz xəttdən 6 və 10 məsafədədir. Bax, bunun üzərində bir düz xəttimiz var. Tutaq ki, A düz xətti. Bax, bu müstəvinin üzərində. Bu düz xətti kəsməyən bu düz xəttdən 6 və 10 sm məsafədədir. Bax, bir dənə də parçamız var. Ucuları belədir. Bax, bu düz xəttdən biri 6 sm məsafədədir, digər ucu isə 10 sm məsafədədir. Yaxşı baxsaq, burada düzbucaqlı trapesiya alınıb. Bir dənə bu şəkli 90 dərəcə sağa dəqiqləb istiqamətinə fırlatsaq. Rahat görərsiniz onda, nəsə fırlatmırıq. 6-10-dur bizə deyir, parçanın orta nöqtəsinin düz xəttə qədər olan məsafə x-i soruşur. Yəni trapesiyanın orta xəttini soruşur. Orta xəttə oturacaqların cəminin yarısıdır. 8, vəsiyon. Cavab A variantı. Gəldik 31-ə. 31-də nə deyir? Deyir, ABCD düzbucaqlı trapesiyasında, yaxşı, düzbucaqlı trapesiyasında deyirsə, trapesiyanı çəkək də. Ən vacib məsələ şəkil idi. Ən vacib məsələ şəkil çəkməkdir. Mütləq şəkil çəkmək lazımdır, sonra fikirləşmək lazımdır. Şəkil çəkmədən həndəsə sualını fikirləşmək olmaz. A, B, C, D trapesiyasında deyir. BD diaqonalı AB yan tərəfinə perpendikulardır. Mən səhv çəkdim. Çünki buradan BD diaqonalı buna perpendikular ola bilməz. Axı orada perpendikular olan bucaq var zaten. Deməli, mən səhv çəkməmişəm şəkildə. Sadəcə işarələri, hərf, daha doğrusu təpələrin adlarını düzgün qoymamışam. Onda gəlin belə eləyək. AB yan tərəfinə perpendikulardır. Bura qoyaq A, bura qoyaq B, bura C, bura D. İndi baxaq görək düz oldu. Deyir DB diaqonalı. Yox, yenə düz gəlmədi. AB yan tərəfinə paraleldir. AB bura olmalıdır. AB, C, D. Belə çəkək də onda. A, B, C. Yox, AB bu səfər yan tərəf olmadı. AB yan tərəf olmalıdır. Digər yan tərəf olmalıdır da. Yəni A bura olmalıdır. Bir dəqiqə, Ctrl Z. A-nı buradan qoyaq. B buradan olsun. C, D. Belə olsun. İndi düz gələcək. Baxın, indi DB diaqonalı. Çəkirəm DB diaqonalını. AB yan tərəfinə perpendikulardır. Belə ola bilər. Oldu perpendikular. DC 3-dür. Bura 3-dür. BC 4-dür. AB tərəfini deyir tap. Yaxşı, buradan yenə bir dənə hündürlük çəkirik üz aşağı. Yuxarı 4-dürsə düzbucaqlı yanaqda. Burada bir M deyək. Burada 4-dür. BM, DM. Bura 3-dürsə bu hündürlük də 3-dür. Bura AM-ə də X yazıram. Bax, düzbucaqlı şübcağın içində bir dənə də hündürlük varsa, bu metrik münasibətlər deyirik və yaxud Evklid aksiyonları. Bunun kvadratı bərabərdir həmən ayrılıq hissələrin hasilinə. Yəni 9 bərabərdir 4x-ə, x bərabərdir 9 bölü 4-ə. X-imiz oldu 9 bölü 4. Bizdən AB tərəfini soruşur. AB tərəfinə də bir y deyirəm. Yenə burada Pifagor vardı. 3, burada 9 bölü 4. Y kvadratı bərabərdir bu səfərdə. 3-ün kvadratı ilə həmən o 9 bölü 4-ün kvadratına. Bu deyilir 9 üstəgəl 16-da 81. Ortaq məxrəc 16 gətirsən 144 üstəgəl 81 alınır. Yəni 16-da 225 alınır. Kim alındı? Y kvadratı. Buradan yazacaq. Y kvadratı 16-da 225-dirsə, deməli y də bərabərdir. Bunun kök altına salacağın. 16-dan 4 çıxar, 225-dən də 15 çıxar. Deməli y tərəfi 4-də 15 imiş. 4-də 15. Yəni AB tərəfi 4-də 15 imiş. B variantı. İndi baxaq 32-ci suala. Deyir, trapesiyanın diaqonalları 6-8 olub qarşılıqlı perpendikulardır. Yaxşı. Bu xüsusi halda uşaqlar, bu qarşılıqlı perpendikular olmaq halı. Çalışın bu qaydanda əzbərləyin və ya başa düşənlər isbatını da öyrənə bilərlər. İsbatı da çox asandır. Aha, qarşılıqlı perpendikulardır trapesiyanın diaqonalları. Burada diaqonallar 6-8-dir. Biri olsun 6, biri də olsun 8, lap yaxşı.
Trapesiyanın deyir orta xətti tap. Orta xətti tapmaq üçün əvvəlcə oturacaqları bilməliyik, AB-ni bilməliyik. Və isbatı da belədir ki, uşaqlar. Baxın bu diaqonalı paralel formada köçürdürəm bura. Nə qədər sürüşdü yuxarıdan? B vahid sürüşürdü, görürsünüz. Onda aşağıda deməli olacaq, burada olacaq B. Və diaqonallar bir-birinə perpendikulyardırsa, yenə hər ikisi diaqonaldır da. Deməli bunlar da bir-birinə perpendikulyardır və bunda uzunluğu 8 idi, bu birisinin də uzunluğu 6 idi. Onda 6-nın kvadratı üstəgəl 8-in kvadratı bərabərdir hipotenuzun kvadratına. Hipotenuzumuz da A ilə B-nin cəmidir. A üstəgəl B-nin kvadratına. Bu eləyir 10 kvadratı bərabərdir A üstəgəl B-nin kvadratına. Yəni A üstəgəl B 10 alınır qısacası. A üstəgəl B 10-dur. Bizdən trapesiyanın orta xəttini soruşurdu. Orta xətt nəyə bərabərdir? Oturacaqların cəminin yarısı. Deməli 12-yə böldük, cavabımız 5. Gördünüz? Bax sizə elə isbatla həll elədim. İsbatı da belədir, bu cür paralel köçürməklə. Diaqonalı paralel digər tərəfə köçürürük, belə bir düstur alınır. D1-in kvadratı üstəgəl D2-in kvadratı bərabərdir A üstəgəl B-nin kvadratı. Yəqin isbatı da buradan başa düşdünüz. Deməli cavabımız oldu 5. 33-də də yenə eyni şeydir. Bax, diaqonalları perpendikular olan trapesiyanın diaqonalları kökdə 5 ilə kökdə 2-də orta xətti soruşur. Yenə birbaşa bu səfər düsturla yazacağam. Diaqonalların kvadratları cəmi, yəni kökdə 5-in kvadratı. Baxın 33 yazıram ha burada. Üstəgəl 2-nin kvadratı bərabərdir A üstəgəl B-nin kvadratına. Yəni oturacaqların kvadratına. Bu da eləyir 5 üstəgəl 4 bərabərdir A üstəgəl B-nin kvadratı. 5 üstəgəl 9 eləyir axı. Deməli onda A üstəgəl B 3 imiş. Orta xətt oturacaqların uzunluqları cəmi soruşur. Heç orta xətti soruşmur. Elə oturacaqların uzunluqları cəmidir də bu. Cavabımız yəni 3. 33-də də D variantı. Deməli bu da belə. İndi keçək 34-ə. Əvvəlcə buranı təmizləyim biraz. Aha. 34-cü sual. Deməli deyir ABCD trapeziyasında. Əvvəlcə yenə bir dənə trapeziya çəkək. A, B, C, D. C bucağı 130 dərəcə. Yaxşı, bura olsun 130 dərəcə. BC oturacağı, BC kiçik oturacağı 5. AD böyük oturacağı 14. CD 9. Bucaq B çıx, bucaq A-nı soruşur. Bucaq B çıx, bucaq A. Bucaq B çıxsın, bucaq A. Nə edirik uşaqlar? Burada bir paraleloqram yaradırıq. Bunu həm C-dən çəkib yaratmaq olar, həm də B-dən də çəkib yaratmaq olar. Məsəl üçün, B-dən bir dənə paralel düz xətt çəkirəm. Burada bir K deyirəm. BK paralel olsun CD-yə. Əgər paraleldirsə, paralel çəkdim baxın. Bura 130-dursa, onda bura 50-dir, o heç. Bura 50-dirsə, onda paralel olduğuna görə burada 50-dir. Yaxşı, bura 9 idi. Deməli, burada 9-dur. Yuxarı 5 idi. Deməli, onda KD-də 5 deyir, burada paraleloqram yaranır, baxın. Yaxşı, aşağı onda 5 oldusa, bütün AD 14 idi. Orası 5 oldusa, onda yerdə qalan bu hissədə deməli 9-dur. Onda burada 9, burada 9 olsa, deməli bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Yəni, bura bir beta yazsam, burada bir beta olur. Bəs bu hissə nə olur? Bu da 50 olduğuna görə, bu da qarşılıqlı bucaqdır, bu da 50 olur. Baxın, B bucağı bütövlükdə nə oldu? B bucağı bütövlükdə oldu. B bucağı beta üstəgəl 50 dərəcə oldu. Bəs bucaq A nə oldu? Bucaq A yalnız beta oldu. Bizdən də bunların fərqini soruşur. Fərqi bizə nə verir? 50 dərəcə verir, deyil. Yəni, paraleloqram çəkməklə, paraleloqram düzəltməklə cavabı tapdıq. İndi keçək 35 bir balaca uzaqlaşdıraq. Çünki burada ola bilər ki, şəkil geniş oldu. 35-də nə deyir? Düzbucaqlı ABCD trapeziyasında. Yaxşı, düzbucaqlı olsun bu səfər. Trapeziyamız düzbucaqlı ABCD trapeziyasında. AD paraleldir BC-yə. Burada əsas şəkli düzgün çəkməkdir. Şərt verir ki, AD paraleldir BC-yə. CD-də perpendikulyardır AD-yə. Burada adlandırmanı onda necə aparmaq? Deməli, bura A, bura B yazaq, bura C, bura D. Baxın, AD BC-yə perpendikulyar oldu, daha paralel oldu. Sonra CD də AD-yə perpendikulyar oldu. Hər iki şərt ödəndi. Sonra deyək ki, indi AC bərabərdir 2 dənə CD-yə. CD-yə X yazıram. AC də bir dənə diaqonaldır. AC diaqonalı çəksəm, onda ondan 2X yazıram.
Yaxşı, burada düzbucaqlı üçbucaq yaranır. Nə vaxt katet betonumuzun yarısı boyda olur? 30 dərəcənin qarşısında. Deməli, bura 30 dərəcədir. 30 dərəcənin qarşısındakı katet görürsünüz, betonumuzun yarısı olub. Yaxşı, ora 30 dərəcədir. Bizdən deyir ki, BAC bucaqda 15 dərəcədir. Bu bucaqda deyir 15 dərəcədir. Onda bütövlükdə bu bucaq oldu 45 dərəcə. Bizə deyir ki, BC-ni tap. BC-ni tapmaq üçün, bax elə buradan bir dənə hündürlük endiririk. 90. Bu bucaq 45 idisə, deməli, burada 45-dir. Mən bura x yazmışamsa, burada bir BH deyə yendirdiyimiz hündürlüyə. Bura x-dirsə, BH da x-dir. X-dirsə 45 dərəcə daxı. Oraya x-dirsə, deməli, AH da x-dir. Hər ikisi oldu x. Bəs yaxşı, bütövlükdə AD-miz neçə idi? 30 dərəcənin qarşısındakı kateti betonumuzun yarısı olanda 60 dərəcə daxı vurur. 60 dərəcənin qarşısındakı katetdə, yəni bu AD katetdə x-in kökdə 3 misli olurdu. X kökdə 3. Onda bu DH hissəsinə nə qalır? X buraya yazmışsa qalır x kökdə 3 çıx x. O da elə bizim kiçik oturacağımızdır həm də. X kökdə 3 çıx x. Bizə deyir BC-ni tap, yəni x kökdə 3 çıx x-i. CD-ni də 2 verib. CD kimdir? CD-yə biz x demiş, görürsünüz. CD x-dir. İndi aparıb yuxarıda x-in yerinə 2 yazacağam. Olacaq 2 kökdə 3 çıx 2 BC-miz. Buradan da 2-ni mötərizə xaricdən çıxarsam kökdə 3 çıx 1. Cavab deməli Y variantı 35-ci sualda. İndi keçək 36-ya. Burada da düzbucaqlı trapesiyadan söhbət gedir. Deyir, perimetri 7 olan düzbucaqlı trapesiyanın kör bucaq təpəsindən çəkilmiş diaqonalı, buradan çəkilmiş, kör bucaq təpəsindən çəkilmiş diaqonal, onu 2 bərabər yanlı üçbucağa ayırır. Bax, 2 dənə üçbucağa ayırıb, 1, 2. Bunlar da bərabər yanlı üçbucaqlardır. Bəs hansı tərəflər bərabər ola bilər? Bu da düzbucaqdır. Aydın məsələ ki, katetə bərabər olar da, x, x-ə. Bu bir üçbucaqdır, uzunluq deyil, bu da ikinci üçbucaqdır. Burada x, x-ə bərabər olur. Onda 45, 45-dir, burada olur x kökdə 2. Deməli, 2 oxşar üçbucaq ayırırdı, həmən diaqonalın uzunluğunu tap. X kökdə 2 buraya yazıqsa, burada da bu bucaqla bu tərəf bir-birinə bərabər ola bilər. Orada x kökdə 2 isə, yəni burada x kökdə 2-dir. Onda niyə belə oldu? Çünki bura 45 dərəcə daxil. Burada 45-dir. X, x yazmışıq da. Onda aşağıda qalır 45 dərəcə. Yaxşı. Həmən diaqonalın uzunluğu, yəni bizdən x kökdə 2-ni soruşur. Buradan da bir hündürlük endirsək aşağı. Bax, yenə yuxarı x-dirsə, onda bu məsafədə olacaq x. Bura x-dirsə, burada olacaq x. Onda yenə bura 45-dir, bura 45-dir. Onda belə çıxır ki, 90, 45, 45, x, x, x kökdə 2. Perimetrdə 7 idi. Perimetrin 7 olmağından necə istifadə edə bilərik? Dedi ki, bu x kökdə 2, x kökdə 2 daxı bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda hündürlük həm də mediandır. Yəni, bura x-dirsə, demək, bu tərəfdə x-dir. Aşağı bütöv 2x-dir. Onda perimetrimiz nə olur? Həmən 2x-lə, deməli, digər yan tərəf biri x-dir. Üstəgəl obirsə oturacağımız da x-dir. Biri də x kökdə 2-dir. Digər yan tərəfimiz də x kökdə 2-dir. Bunun cəmi 7 verməlidir. İndi bu da eləyir 4x. Üstəgəl x kökdə 2 bərabər 7. X-i çıxartsam, 4 üstəgəl kökdə 2 bərabər 7 taparam. X-i tapmaq üçün də 7-ni böləcəm 4 üstəgəl kökdə 2-yə. Onda bu qoşmasına vuraq, irrasionaldan azad eləmək üçün. Qoşması 4 minus kökdə 2-də. Sürət və məxrəci vurdum qoşmaya. Aşağıda alınır 4-ün kvadratı çıx kökdə 2-nin kvadratı. Yəni 16 çıx 2, 14 qalır. Yuxarıda da 7 vurulsun, 4 çıx kökdə 2. Burada da 7 ilə 14 bölünür, aşağıda 2 qalır. Yəni 4 çıx kökdə 2 böl 2. Biz x-i tapdıq. Baxın, x bərabər yazmışdım. Amma bizdən kimi soruşurdu? Diaqonalın uzunluğunu soruşur. Diaqonalın da uzunluğu görürsünüz, x kökdə 2-dir. İndi təzədən tapdığımızı bir dənə kökdə 2-yə vuraq. X kökdə 2 də ona bərabərdir. Həmən bu 4 çıx kökdə 2 böl 2-ni vuraq təzədən bir dənə kökdə 2-yə. Onda alınır. Kökdə 2-ni sürətdə hər birinə vursam, 4 kökdə 2 çıx kökdə 2-ni kökdə 2-yə 2 böl 2. Hər tərəfdə 2-yə bölünür, burada 2 kökdə 2 çıx 1 qalır. Deməli, həmən diaqonalın uzunluğu 2 kökdə 2 çıx 1 olmalıdır. Yəni 36-da cavabımız B variantı. Keçək 37-yə.
37-də də həmən sualın oxşardır. Bu səfər diaqonal verib perimetri soruşur. Şəkili mən bir daha çəkəcəm sizin üçün. Deməli, demişdik ki, bura x yazmışdıq. Burada x olmuşdu. Bərabər yanlı üçbucaq idi deyə bura x kökdə 2 olmuşdu. Burada x kökdə 2 yazmışdıq. Aşağıda yadınızdadırsa 2x olmuşdu bütövlükdə. Yəni diaqonalımız 2 kökdə 2 çıx 1 bölü 8-dir. Yəni diaqonal x kökdə 2 daxil. Deməli x kökdə 2 bərabərdir 2 kökdə 2 çıx 1 bölü 8. X-i tapmaq üçün kökdə 2-yə böləcəm. Yəni olacaq 2 kökdə 2 çıx 1 bölünsün 8 kökdə 2. İndi bunda irasiyanatdan azad etmək üçün sürət və məxrəcin hər birini kökdə 2-yə vuraq. Bu da bərabərdir. Sürətdə alınır. 2 kökdə 2-ni kökdə 2-yə vuranda alınır 4 çıx kökdə 2. Aşağıda da 8 kökdə 2-ni kökdə 2-yə vuranda 16. Bu oldu bizim x-imiz. Bizdən amma perimetr soruşur. Perimetrdə kimlər var? Baxın 2x, x, x, yəni 4x. Üstəgəl bir də x kökdə 2 var. İndi 4x-imiz nə eləyəcək? Bu ifadəni 4-ə vursaq, 4-dən 16 gedər, qalar 4 çıx kökdə 2 bölü 4. Üstəgəl x kökdə 2, yəni diaqonal. Diaqonalımız da elə əvvəlcədən verilmişdi. 8-də 2 kökdə 2 çıx 1. Çıx 1. Ortaq məxrəc 8 götürsək burada. Bu olacaq, hər tərəfi 2-yə vurmalıyam. 8 çıxılsın 2 kökdə 2. Üstəgəl, burada da elə ortaq məxrəc 8 olsa 2 kökdə 2 çıx 1. İndi toplayanda bir məxrəcdə yazıram. 8 çıxılsın 2 kökdə 2. Üstəgəl 2 kökdə 2 çıx 1. Bu da bərabərdir. Bunlar getdi. 8 çıx 1 qaldı. Yəni 7 böl 8. Bu da oldu bizim perimetrimiz. Yəni 8-də 7. Deməli cavabımız burada olacaq artıq D variantı. %38-də də eyni sualdır. Perimetr verib yenə bu səfər diaqonalı soruşur. Yenə onda gəlin şəkil çəkək. Demişdik ki, nətər ola bilər? 2 dənə oxşar, bərabər yanlış bucaq. Oxşar olmağı da əsas məsələdir. Bucaqlara görə onda demişdik ki, x bərabər yanlı. Burada x kökdə 2 olur. Burada x kökdə 2 olur. Burada olur 2x. Deməli, burada 90 dərəcə olur da əslində. Oxşar olması üçün bucaqlarda eyni olmalıdır. Axı, burada 45-45 bucaqlar varsa 45-45-90. Deməli, burada da biri 45-dirsə, digəri də 45 və 90 olmalıdır da. Ona görə x kökdə 2, burada 2x yazırıq. Nəsə, perimetr deyir 8 üstəgəl 2 kökdə 2. Dedik, perimetrimiz 4x üstəgəl x kökdə 2-dir. Bu bərabər olub deyir 8 üstəgəl 2 kökdə 2-yə. Bax, elə buradan rahat görmək olur ki, x neçəymiş? X 2-ymiş. Diaqonal uzunluğunu soruşur. Diaqonalımız da x kökdə 2-dir. Onda 2 vur kökdə 2 cavab elə 2 kökdə 2 olar. Yəni 38-də də cavabımız Y variantı. İndi baxaq 39-a. 39 mənim yadımdadır. 2018-ci ildə bu ya qəbul imtahanlarının hansınasa birə düşmüşdü, ya da DİM-in o vaxtki sınaq imtahanlarının hansınasa birində bu sual var idi. 2018-i bax açıb həmən ildəki qəbullara, sınaqlara baxsaz bu sual görərsiniz orada. A, B, C, D, burada 26-dır. Burada alfadır. Deyir, oturacaqlar 10-16 bərabər yanlı trapesiyanın diaqonal yan tərəfə perpendikulardır. İti bucağın tangesini tap. Deməli, bu alfanın tangesini tapmalıyıq. Tanges alfa. Tanges alfa da qarşı katetin bitişik katetə nisbətidir. İndi necə tapa bilərik? Heç nə, bərabər yanlış bucaqda həmişə demiş ki, hündürlük endirməklə. Buradan bir dənə hündürlük endirdim. Yuxarı 10-dur. Bu kənar məsafəni necə tapırdıq bərabər yanlı trapesiyada? 26-dan çıxırıq həmən 10-u bölürük 2 yerə. 26-dan 10 çıxanda 16 qalır. 16-dan da 2 yerə bölündə 8 qalır. Deməli, bu məsafə 8-dir. Onda cəmi 26 daxilində, deməli, qalan bu məsafədə 26-dan 8 çıxsam 18-dir. Burada h yazıram. Onda düzbucaqlı bucağın içində bir dənə də hündürlük çəkmişəmsə, h kvadrat bərabər idi həmən hissələrin hasili. Yəni 8 vur 18. Yəni 144. Onda h bərabərdir 12. H-ımız oldu 12. İndi tangens alfanı tapa bilərik. Tangens alfa nə idi? Qarşı katetin. Yəni alfanın qarşısında 12 dayanır. Bölünsün bitişik katetə, yəni 8-ə nisbəti. Buradan da hər tərəfi 4-ə ixtisar etsəm 3 bölü 2 qalar. Yəni D variantı. Deməli, indi 40-cı suala da gəlin. Əvvəlcə sual oxuyaq. Deyək, kiçik oturacağı BC4 olan bərabər yanlı ABCD trapesiyası. Yaxşı, bir dənə trapesiya çəkək.
olsun bizim A, B, C, D trapeziyamız. BC 4'dür, 4 yazaq. Trapeziyanın iti bucağı AM tənbölənin yan tərəfi CM3, MD 7 olan parçalara bölür. Buradan bir tənbölən çıxır. Gedir qarşı tərəfi deməli 2 hissəyə bölür. CM3, MD 7. Tənbölən olduğunu göstərmək üçün alfa yazaq. Sonra deyir ki, trapeziyanın böyük oturacağını tap, yəni bizdən AD-ni soruşur. Gəlin uşaqlar, belə bir iş görək. Bu nöqtədən yəni paralel düz xətt çəkək. AD-yə həm də BC-yə paralel. Onda nə yaza bilərik? Deməli, bərabər yanlı olduğuna görə bura 3-7 bölünübsə, burada 3-7 bölünəcək. Yaxşı, bura alfadsa çarpaz olduğuna görə burada alfadır. Onda bu da alfa oldu, bu da alfa oldu. Onda buranın ölçüsü bu. Burada bir n deyək. AN də deməli onda bərabər olacaq MN-ə. AN 7 isə deməli MN də 7-dir. Çünki alfa yazmışıq, bərabər yanlış bucaqlardır orada. Yaxşı, indi bəs AD necə tapaq? Bax, buradan bir dənə hündürlük çəksək, üz aşağı. Görün nə alırıq. Bax, birinci baxırıq deməli BCMN trapeziyasına. Yəni yuxarıdakı balaca trapeziya. Biraz da onu mən bu şəkil yaxınlaşdırım sizin üçün. Daha incə göstərmək üçün. Baxın uşaqlar, bu hündürlük burada hündürlükdə həm də bu 4-dürsə, buradan da bir hündürlük çəksəm, onda deməli baxın bu orta məsafədə 4 olacaq. Cəmi 7 idi. 7-dən həmən 4-ü çıxıb 2 yerə bölsək, kənarlara 1.5 düşür. Yəni bu kənar balaca məsafə var. Bura 1.5 olacaq. Yaxşı, onda sizcə bu iti bucaq, bu burada bir beta yazım. Sizcə bu beta bucağı onda neçə dərəcə imiş? Görürsünüz, orada hipotenuz var. Uzunluğu 3-dür. Beta bucağın qarşısındakı katet 1.5-dir. Deməli, beta bərabərdir 30 dərəcəyə. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıydı da. Yaxşı, beta 30 dərəcədirsə, onda böyük, bax bu düz bucaqlı şu bucağa baxın. Bu səfər katetimiz 3-lə 7, daha doğrusu hipotenuzumuz 3-lə 7-nin cəmidir, 10-dur. Onda həmən 30 dərəcənin qarşısındakı katet, bax bu katet neçə olacaq? 10-un yarısı olacaq 5. Onda buradan da bir hündürlüyü aşağı kimi çəksəm, bu kənarda 5 olardı. Bərabər yanlı trapezi olan görə. BC 4 isə bu orta hissədə 4 olardı. Onda bütün AD oturacağımız olur həmən o 5-lərin cəmi və bir də ortadakı bu 4. Yəni 14 cm. Deməli 40-cı sualda cavabımız 14. Keçək 41-ə. Bu suallarda görürsünüz, çox vaxt özümüzdən nəsə xətt çəkirik. Bax, bu lazım olur. Demək olar ki, 32-ci sualdan sonra lazım olub. Bax, elə 41-də də elə xətlərdən birini çəkməliyik. ABCD trapeziyanın deyə CD yan tərəfi üzərində nöqtənin nəsə şəkil çəkeyim. Deməli, bura A yazaq, bura B, bura C, burada D. Deyir, ABCD trapeziyasının CD yan tərəfinin M orta nöqtəsindən, bu olsun CD yan tərəfinin M orta nöqtəsi. Bu nöqtədən deyir, AB tərəfinə çəkilən BM perpendikulyarı. Buradan deməli, biz perpendikulyar çəkməliyik, hara M nöqtəsindən. BM perpendikulyar dediyinə görə. Aha, olsun bu bizim perpendikulyarımız. Yəni, bura neçə dərəcədir? 90 dərəcədir. Həmən perpendikulyarın uzunluğu 6-dır. Yaxşı, üstünə də 6 yazacaq. AB tərəfi 9-dur, bütünlükdə 9 yazdım. CD tərəfi bütünlükdə 8-dir, 8 yazdım. Trapeziyanın perimetrini tap. Kənar tərəfləri birliyik. Deməli, biz oturacaqları tapmalıyıq da BC ilə AD-ni. Və yaxud orta xətti də tapsaq bizə bəs edir. Onda gəlin, bax, elə M orta nöqtədə öldü. Onda bu, bax, bu qırmızıdan da buradan bir dənə orta xətt çəkirəm. Çünki M orta nöqtə idi. Bu da olsun AB tərəfinin orta nöqtəsi. Burada yenə N yazıram. MN deməli trapeziyamızın orta xəttidir. Elə MN-in uzunluğunu tapsam, perimetri tapacam. Çünki yan tərəflərdə bilirəm, orta xəttdə biləndən sonra perimetri tapmaq olur. Yaxşı, MN uzunluğunu bəs necə tapaq? Dedik, bu orta nöqtədirsə, onda buranı 4.5, 4.5 2 yerə bölür 9 olduğuna görə. İndi burada MN-ə də X yazıram. Burada baxın, Pifagor teoreminə görə X, burada hipotenuzdur 90 dərəcənin qarşısındadır. X-in kvadratı bərabərdir 4.5-in kvadratı, üstəgəl 6-ın kvadratı. Bunu da hesablasaz, 7.5-in kvadratını alasınız. Yəni, X-imiz 7.5 olacaq. MN-imiz, orta xəttimiz 7.5. Orta xətt nə idi? Oturacaqların cəminin yarısı. Oturacaqların cəminin yarısı 7.5 olubsa, deməli, oturacaqların cəmi, yəni BC ilə AD-nin cəmi 7.5-in 2 mislidir. Yəni, 15-dir.
Yaxşı, oturacaqların cəmi 15-dir. Perimetri tapmaq üçün bir dənə də kənarları da toplamalıyıq da. 9-dan 8-də gəldik bunun üzərinə. 15-in üzərinə də 9-dan 8-in cəmini 17 deyir. Onda perimetrimiz eləyir 32. Yəni 41-ci sualda Y variantı. Görürsünüz, orta xətti tapmağımız bəs elədir. Yenə bax, bu M orta nöqtə idi. Yenə buradan bir paralel düz xətt çəkdik. Məsələmizi həll etdik. 41-də belə getdik. İndi keçək 42-yə. 42-ci sual uşaqlar topluda əvvəldə var idi. Sadəcə orada şərti daha yaxşı idi. Burada sadəcə biraz şərti qəlizləşdiriblər. Bilmirəm niyə. Oturacağı, indi o sualı oxuyanda görəsiniz, əvvəlcə mən trapesiyanı çəkeyim. Olsun bizim trapesiyamız. Deyir ki, ABCD trapesiyasının AD böyük oturacağı. AD bizim böyük oturacağımızsa deməli buralar da BC-dir. A təpəsindən bu oturacağı çəkmiş perpendikulyar. Əslində A təpəsindən qaldırılmış perpendikulyar desəydi, daha rahat anlaşılan olardı. Əvvəlki yan topluda yəni elə yazılmışdı. Bunu qaldırmış perpendikulyar qaldırdıq deyir. Bu gedir deyir CD tərəfinin uzantısı ilə K nöqtəsində kəsişir. Onda gəlin CD tərəfinin də uzantısı bu olsun. Kəsişməni biz görməyəcəyik təəssüf ki. Amma indi mən çalışacağım ki kəsişməni göstərim sizə. Onda bunları biraz da uzadıb kəsişdirməliyəm. Gəlin belə eləyək də. Baxın, bu olsun bizim kəsişməmiz. Kəsişməmiz də K nöqtəsidir. Deyir, K nöqtəsində gedir kəsişir. Şəkil belə olmalıdır. Sonra AK-nı verib 10. 42-ni buradan silim. 42-ci məsələyə baxırıq da. AK 10, yəni bu məsafə 10-dur. Sonra nə deyir? Bucaq KAB 30 dərəcə. KAB bucağı buradır. Bura 30 dərəcə. Perpendikulyar qaldırmışdı axı. Onda deməli içəridə 60 dərəcədir. Sonra bucaq AKD 45 dərəcə. AKD bucağı hansı bucaqdır? Bu bucaq. Bura 45 dərəcə. Yaxşı, bu da perpendikulyar idi. Cəmi 90 idi. Onda düzbucaqlı bucaqda burada deməli 45 dərəcədir. Yaxşı, burada 45-dirsə onda belə çıxır ki AD bərabərdir ilə AK-ya. Yəni bu bərabər yanlı düzbucaqlı bucaqdır. AK-mız 10-dursa elə AD-miz də 10 olmalıdır. Sonra nə deyir? Trapesiyanın hündürlüyü də 2/3. İndi bax, hündürlüyü də çəkəcəm. 2 dənə hündürlük. Birini buradan çəkirəm. İkincini də çəkərik sonra. Buraya yazıram 2/3. Yaxşı, indi 60 dərəcənin qarşısına 2/3-dürsə, burada 30 dərəcə daxil. 30 dərəcənin qarşısındakı nə olurdu? Ondan kökdə 3 dəfə az, yəni 2. Burada bir BM nöqtəsi yazım. Deməli, AM oldu 2 sm. Sonra buradan da bir hündürlük çəkirəm. Yenə bunda uzunluğu 2/3-dür. 45 dərəcədir bu səfər. Deməli, burada 45-dir. Bərabər yanlıdır. Onda deməli, burada N yazsam, burada deməli də 2/3-ə bərabərdir. İndi mənə lazımdır BC, yəni kiçik oturacaq. Onda 10 idi da böyük oturacağımız. Böyük oturacaqdan bu kənardakı hissələri 2 ilə 2/3 çıxsam, bu orta məsafəni taparam. Deməli, onda çıxaq, ondan çıxaq 2, bir də çıxaq 2/3. Bu da qalır 8 çıxsın 2/3. Deməli, BC tərəfimiz 8 çıx 2/3 santimetrə bərabərdir. Yəni, cavabımız C variantı. Gəldik 43-cü suala. 43-cü sual, bayaqki suallara baxanda artıq daha rahat sualdır. Ümumiyyətlə, 43-dən sonra qalanlar demək olar ki, hamısı rahatdır. Pis oldu bu şəklimiz. Bura A yazaq, B, C, D. Deyir ki, ABCD düzbucaqlı trapesiyasında BC 32 cm-dir. AC BD-yə perpendikulyardır. Diaqonallar perpendikulyar imiş. Diaqonal çox pis gəldi. Nəsə. Diaqonallar perpendikulyardır. AC böl BD 4/5-dir. Onda AC-yə yazacağam 4K, BD-yə də yazacağam 5K. Burada oxşarlıqla elə bu cür vəziyyətdə də yazmaq olur bu şəklin üzərində. Amma burada biraz qarışıq olur. Ona görə gəlin bax buradan B nöqtəsindən bu AC-yə paralel bir dənə də buradan AC-yə paralel bir dənə düz xətt çəkək. Bu da olsun BK. Yəni bax BK paraleldir AC.
Onda buranı da birləşdirsəm. Onda burada paralelogram alınır da. BC paralel oldu AK-ya. Burada bura paraleldir. Burada bura. Onda BC 32-dirsə aşağıda 32-dir. Deməli AC 4K-dırsa onda burada 4K-dır. Və yenə bunlar arasındakı bucaq əvvəl 90 dərəcə idi. Yenə 90 dərəcə qalacaq bura. Deməli BD-miz də 5K idi. İndi düzbucaqlı üçbucaqda bu metrik münasibətlərdən baxın. Bu qaydanı yəqin ki bilirsiniz. Bax bundan çox istifadə elədik. Bura olsun AB MN. Deməli burada belə bir nisbət var idi ki, A kvadrat bölü B kvadrat bərabərdir M bölü N. A kvadrat bölü B kvadrat bərabər M bölü N. Biz də indi baxın bu düzbucaqlı üçbucağımıza. Qırmızı rənglə gedim həmən üçbucağın üstündən. Baxın düzbucaqlı üçbucağımızdır. Bura düzbucaqdır. Bu da oradan çəkilmiş hündürlükdür. Onda katetlərimiz 4K, 5K-dır. Deməli onların kvadratlarının nisbəti, yəni 16K kvadrat bölünsün 25K kvadrat bərabər olmalıdır həmən hissələrə. Yəni 32 bölünsün AD-yə. 32 bölünsün AD-yə. Burada K kvadratlar gedir. Çarpaz vursam 16AD bərabərdir 32 vur 25. Buradan da AD-ni tapmaq üçün mən həmən 32 vur 25-i böləcəm 16-ya. 32-ni 16-ya böləndə yuxarıda ilə 2 qalır. 2-ni də 25-ə vuranda 50 eləyir. Deməli həmən AD məsafəmiz 50 olmalıdır. Yəni cavabımız B variantı. Getdi indi 44-ə. 44-ü görək, bacarsaq şəklin üstünü göstərərik. Deyir ABC-də bərabər yanlı trapesiyasında, bərabər yanlı sözü yadımıza saxlayaq. AC və BD diaqonallardır. Onlar O nöqtəsində kəsişir. BAC 50 dərəcə. BAC buradır. Bura 50 dərəcə. Ora 50 dərəcədirsə bərabər yanlı olduğu üçün bu kənara da 50 dərəcə yaza bilərik. Sonra nə deyir ki, ACD 70 dərəcə. ACD, bucaq ACD buradır. Burada olsun 70 dərəcə. Yaxşı, bizdən COD-ni soruşur. COD-ni buranı soruşur. Burada üçbucağın bucaqlarının cəmi 180 olmalıdır. Onda 180-dən çıxıram. Həmən o 70 ilə 50-nin cəmini. Yerdə qalır 60 dərəcə. Deməli o COD bucağı 60 dərəcə olmalıdır. Yəni 44-cü sualda cavabımız 60. Bəs deyə bilərsiniz, müəllim, nə bildiniz ki, bu kənar 50-dirsə digər kənarda 50 olur. Bərabər yanlı trapesiyada bura alfa yazsam, 50 üstəgəl alfa oldusa, burada 50 üstəgəl alfa olmalıdır. Və diaqonallar da burada bərabər yanlı üçbucaq əmələ gətirir. Bura alfadirsə, burada alfadır. Onu bu kənara da yenə 50 qalır. İndi eyni qaydanın 45-i yazsaq. Yəni BAC-ni 45 dərəcə verib bu səfər. Buranı 45 veribsə tez avtomatik bu kənara da 45 yazmaq olar. COD-ni bu səfər 35 verib. 35 verib. Bizdən ACD-ni bu bucağı soruşur. Yenə 180-dən o digər ikisinin cəmini çıxacaq. Burada 180 çıx 80. Yəni 100 dərəcə. Deməli ACD bucağı olmalıdır 100 dərəcə. Bu da oldu 45-ci sual. Baxaq 46-ya. Deyir oturacağı bərabər oturacağı nə olan? Oturacaqları 7 və 15 olan bərabər yanlı trapesiyanın diaqonalı onun iti bucağını yarıya bölürsə. İti bucağını yarıya bölürsə burada maraqlı bir qayda alınır. Baxın bu olsun bizim trapesiyamız. Bura 7-dir. Bura 15-dir. İti bucağı da çəkirik. Daha doğrusu iti bucağını diaqonal olan iti bucağını yarıya bölür. Yarıya bölsə bura alfa yazırıq. Bura alfadırsa çarpaz olduğuna görə bura alfa da yazdıq. Onda bura 7-dirsə bu məsafədə 7 olmalıdır. Bərabər yanlı olduğuna görə onda bu da 7-dir. Bizdən perimetri soruşur. Perimetri də bərabərdir. O 3 dənə 7, yəni 21 üstəgəl aşağıdakı 15. O deyir 36. 47-ci sualda da eyni qayda ilə yazmalıyıq yəqin ki. Bu səfər deyir oturacaqları 5 ilə 12-dir. Yuxarı 5 yazıram, aşağı 12. Yenə diaqonal iti bucağı yarıya bölür. Diaqonal yenə iti bucağı yarıya bölürsə, bura alfa yazsam, bura alfa olduğuna görə bu da çarpazdır, burada alfa. Bunda bura 5 olsa, burada 5'dir, burada 5'dir. Perimetrimiz bu səfər 3 dənə 15, 3 dənə 5 daha doğrusu. Yəni 15 üstəgəl aşağıdakı 12. Bu səfər də 27 olur perimetrimiz. Bu da belə. Haydi hara getdi, bu nə idi? Aləmdəydi bir-birinə. Yaxşı, 48-ci sual. Bərabər yanlı trapesiyanın oturacaqları 25 ilə 7-dir. Yaxşı, tutaq ki, bura 7-dir, bura 25-dir.
Diagonal ise 20'dir. Onu deyir perimetrini tap. Yəni diagonal çəkək buradan. Diagonal yenə əyri getdi. Gəlin ona görə buradan istifadə edək. Bu da oldu diagonalımız. Diagonalımızın da üzərinə yazıram 20. Bizdən deyir nəyi tap? 10 perimetrini. Yaxşı, perimetrini tapmaq üçün gəlin buradan bir dənə hündürlük endirək. Bərabər yanlı trapesiyada bu hündürlüyü endirmək məşhurdur da. Yaxşı, kənar kiçik oturacaq 7-dirsə, aşağı oturacaq 25-dirsə, onu 25-dən 7-ni çıxıb 2-yə bölürəm. Deməli, bu kənar hissələr 9-dur. Yəni, bu kənar hissə 9-dur. Ora 9-dursa, onda bu hissəyə də 25-dən 9 çıxanda 16 qalır. Onda buradan x, yəni hündürlüyü tapmaq üçün mən 20-nin kvadratından çıxmalıyam 16-nın kvadratını. Buradan da x bərabərdir 12 taparsınız. Yaxşı, x 12-dirsə, indi 12, 9. Bu da düzbucaqdır. Təzədən bu səfər y-i yan tərəfi tapmaq üçün də Pifaqordan yenə istifadə edirəm. Y-in kvadratı bərabərdir bu səfər 9-un kvadratından 12-in kvadratının cəminə. Burada da 15-in kvadrat edir. Deməli, yan tərəfdə 15-miş. Bərabər yanlıdırsa bu yan tərəfdə 15-dir. Onda perimetrimiz eləyir. Həmən o 15-lərin cəmi, yəni 30. Üstə gəl, yuxarı oturacağımız 7 idi. Aşağıdakı böyük oturacağımız 25 idi. Bunları da toplayan nə qədər edir? 62 edir də deyəsəm. Deməli, 48-ci sualda cavabımız oldu 62. İndi baxırıq 49-cu suala. Deməli, 49-cu sualda nə deyir? Deyir ki, gəlin şəkli çəkək, şəkil burada çox balacadır. Özümüz bir şəkil çəkək, sonra oxuyarıq. A, B, S. Deyir, ABCD trapesiyasında A 90 dərəcə, BC AD-yə paraleldir, lap yaxşı. BC 2-dir. AC də CD-yə bərabərdir. Yaxşı, buradan AC əgər CD-yə bərabərdirsə. Yəni, burada bərabər yanlış bucaq alır. Onda mən buradan bir hündürlük çəksəm, bu hündürlük həm də median olacaq. Bura bir CM yazım, həm də mediandır bura. Deməli, onda BC 2-dirsə AM də 2-dir. Onda MD də 2-dir. Median olduğuna görə median qarşı tərəf yarıya bölür də. 2-2 böldü. Bura 2 olduğuna görə bura 2 dedik. Burada 2 olduğuna görə bura 2 dedik. MN orta xəttin uzunluğunu tap. Orta xəttdən nə tapacağım? Oturacaqların cəmin yarısı. Aşağı oturacaq 4 oldu. Yuxarı oturacaq 2. Cəmin yarısı eləyir 3. Deməli, 49-cu sualda da cavabımız 3 olmalıdır. İndi keçək 50-ci suala. 50-ci sualda da eyni qaydandan da bu səfər bax, elə bunun üzərinə yazacağım. Yuxarıdakı 2-ni sileyim, aşağıdakı 2-ləri silim. Deməli, bu səfər BC-ni 3 verib, AC yenə CD-yə bərabərdir. BC 3-sə AM 3-dür, AM 3-sə burada 3-dür. Onda orta xəttimiz bu səfər olacaq 3 üstə gəl 6. Bura opşa 6 oldu axı. Bölü 2, o da 4/5. Deməli, 50-ci sualda cavabımız 4/5. Gəldi indi 51-ci suala. 51-ci sualda nə deyir? Deyir, BAD alfadır, BCD 2 alfadır, BC 5-dir. Yaxşı, BC 5 yazaq. CD 7-dir. AD-ni tap. Yaxşı, gəlmiş olar. Buradan bir dənə paralel düz xətt çəkir. AB-yə paralel. CM çəkirəm. Baxın, AB paralel olsun CM-ə. Paralel oldusa, əgər, onda bura alfadırsa, burada alfadır. Və burada paralelogram alınır. Onda bu paralelogramda bu bucaq alfadırsa, burada alfa. Yuxarı 2 alfaydı. Ora alfa oldusa, onda burada alfa. Deməli, o həm də təmbəran oldu çəkdiyimiz. Kör bucağın təmbəranı oldu. İndi alfa burada oldusa, baxın, onda deməli CD bərabərdir MD-yə. Çünki baxın, bu üç bucaqda oturacağı bitki bucaqlar bərabər oldu. Onda CD-yə 7 yazmışamsa, burada 7 yazırım. Dedik, burada paralelogram var axı. BC AM-ə paraleldir, AB də CM-ə. Onda BC 5-ci aşağıda 5-dir. Onda aşağı tam oturacağımız həmən o AD oturacağı 5 ilə 7-nin cəminə bərabərdir, yəni 12-yə bərabərdir. Eyni işi 52-də də görsə, yenə oradan bir dənə AB-yə paralel çəkirik. Yenə burada paralelogram alınır. Bura alfadırsa, bura alfa, bura alfa, bura alfa. Yenə CD 8 isə AD də 8. BC 4 vermişsə də burada 4. Burada bir M yazaq. Yenə bu tərəf bura bərabər oldu. Bu da bura. İndi aşağı oturacağımızda bu səfər 4-dən 8-in cəmi yenə 12 oldu. Onda. İndi keçək 53-cü suala. Deməli, 53-cü sualda şəkil çəkəcəyik. Yəqin ki, biraz uzaqlaşdıraq.
Deyir bərabəryanlı trapesiyanın diaqonalı. Yaxşı, bir dənə bərabəryanlı trapesiya çəkək. Bərabəryanlı trapesiyanın diaqonalı iti bucağın tənbirəndir. Bayaqdan bu cür suallar yazırdıq. Əgər iti bucağın tənbirəndirsə, tez bura alfa yazıram. Bura alfadirsə, burada alfa olur. Bura x desəm, burada x olacaq, burada x olacaq. Bərabəryanlı trapesiyan əgər iti bucağın tənbirəndirsə, diaqonalı həmişə belə olur. Və özü də yan tərəfi də perpendikulyardır. Və burada özü də üstəlik 90 dərəcədir. Yaxşı, trapesiyanın diaqonalı da 6/3'dür. Yəni diaqonalımız da 6/3'dür. Perimetri tap. Yaxşı, əvvəlcə gəlin onda buradan bir hündürlük endirək, üz aşağı. Bura alfa yazmışıq. 2 alfadırsa, onda burada 2 alfadır. 2 alfa. Yaxşı, onda bu alfa ilə 2 alfa, burada baxın 90 dərəcə. Bunların cəmi 180 eləməlidir. Onda alfa ilə 2 alfanın cəmi 90 eləməlidir. Belə çıxır ki. Onda belə çıxır ki, alfa 30 dərəcəymiş. Onda bura 30 dərəcə yazırım. 30 dərəcənin qarşısındakı bu hündürlük katet. Hipotenuzun yarısıdır. 6/3'ün yarısı eləyir 3/3. Onda bizdən nəyi soruşdu? Trapesiyanın perimetridir. Ora 3/3'dürsə 60 dərəcənin qarşısındakı nə olurdu? Yəni baxın, bu məsafə nə olurdu? 30 dərəcənin qarşısındakının kökdə 3 misli. Yəni 3/3'ün təzədən kökdə 3 misli. Bu da eləyir 9. Bəs yaxşı, bu məsafə nətər tapaq? Bura 60'dırsa, burada 30'dur. Bu səfər 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısıdır. 60 dərəcədir onda bura. 60 dərəcənin qarşısındakı 3/3'dürsə, bu səfər onda 30 dərəcənin qarşısındakı burada olacaq 3. İndi 30 dərəcənin qarşısındakı 3 oldusa, deməli hipotenuzumuz 6 imiş. Yəni o x-lər hər biri 6 imiş. Perimetri tapanda onda o 3-dən 6'ını toplayacağım 18, üstünə gələcəm aşağıya. Aşağıda da bura qədər 9 idi. Bundan sonra da 3 oldu. 9-dan 3-ün cəmində 12 eləyir. Deməli 18 ilə 12-ni toplayırıq, 30 alırıq. Deməli perimetrimiz 53-cü sualda 30-dur. 54'də də eyni qayda ilə yazacağım. Bu səfər diaqonalı soruşur. Deməli baxın, burada əlavə şərt qoydu da bizə. Dedi diaqonal iti bucağın tənbirəndir və yan tərəfə perpendikulyardır. Biz də gördük ki, əgər elə olursa, deməli bucaqlar 30-60 olur. Əgər bu hal mümkündürsə, daha doğrusu bu hala yox. Əgər bura perpendikulyardır və üstəlik burada buranın tənbirənidir, alfa yazırıq. Onda bura 2 alfa olur opşi. Çünki bura opşi 2 alfa daxil bərabəryanlı trapesiyası bura 2 alfa. Onda bu alfa 2 alfa bu 90. Deməli alfa 30'dur. Yaxşı, alfa 30'dursa trapesiyanın perimetri deyir 15/3'dür. Perimetri bura x olur. Perimetrimizdə də hələ bilmirik. Daha doğrusu perimetri yox, aşağı oturacağı hələlik heç nə yazmıram. Bura 30 dərəcədirsə, gəlin bunu yendirək yüz aşağı. Görək nə alınır. Ora 30'dursa bura 60 dərəcədir. Burada 30 dərəcədir. 30 dərəcənin qarşısındakı katet, bu katet hipotenuzun yarısıdır. Burada hipotenuzumuz x-dir. Yəni bura x/2'dir. Onda bura x/2'dirsə, baxın uşaqlar, buradan da bir hündürlük endirsə. Onda bu kənar da x/2 olar. Bərabəryanlı trapesiyada. Onda yuxarı x-dirsə, onda bu da x-dir. Onda aşağı bütün trapesiyanın böyük oturacağı həmən o x/2 üstəgəl x/2'ni toplasaq 2x olar. Deməli onda bizim perimetrimiz eləyir. Baxın, aşağı 2x, buralarda x, yəni 3x. Perimetrimiz yəni 5x-dir. Əgər 5x bərabər olubsa 15/3-ə, x-i tapmaq üçün 15/3-ü 5-ə bölsəm 3/3 taparım. Deməli onda x-imiz 3/3-dür. Bizdən amma haranı soruşurdu? Diaqonalı soruşurdu. Yaxşı, x-ə 3/3 yazsam, onda hipotenuzumuz dedik 30 dərəcənin qarşısındakı katet onun yarısıdır. Olacaq 3/3/2. Onda burada bu hündürlükdə 60 dərəcənin qarşısındadır. Bura 60 dərəcədir. Onda hündürlükdə olur 30 dərəcənin qarşısındakının kökdə 3 misli. Yəni 3/3/2-ni təzədən kökdə 3 olurası. Bu da eləyir 9/2. Yəni 4/5. Yaxşı, burada 4/5 yazsam, bu da 30 dərəcədir bura. 30 dərəcənin qarşısındakı katet də bu hündürlükdə. Hipotenuzun yarısıdır. Hipotenuz da burada elə diaqonaldır. Deməli hündürlük 4/5 olursa, diaqonal ondan 2 dəfə çox, yəni 4/5 təzədən 2 vuracağıq, 9 olar. Deməli diaqonalımız olmalıydı 954-cü sualda. İndi keçək növbəti səhifəyə 55-ci sualdan baxaq. Aha, 55-ci sualda görək şəklin üzərində göstərə bilirikmi? Deyir ABCD
trapesiyasında BH AD-yə perpendikulyardır. AB 2/5-dir. Yaxşı, ADS bucağı 30 dərəcədir. Bura 30 dərəcədir. AH da verib ki 4-dür. CD-nin uzunluğunu tap. Yaxşı, tapaq da. Bura 2/5, bura 4. Onda BH-a x yazıram. Pifagor teoreminə görə x-in kvadratı bərabərdir. 2/5-in kvadratı çıxılsın 4-ün kvadratı. Bu da eləyir 20 çıx 16. Yəni 4, o da 2-nin kvadratı. Deməli x 2-dir. Onda həmən hündürlükdən birini də buradan çəkirəm. Burada 2 yazıram. Onda 30 dərəcənin qarşısındakı hündürlüyümüz 2 olsa, hipotenuzumuz, yəni CD-miz 2/2, onun 2 misli, yəni 4 olacaq. Deməli 55-ci sualda cavabımız 4. Eyni qayda ilə 56-dan. Deməli AB-yə bu səfər 3/5 verib, AH-a 3 verib. Onda BH-a x yazıram. Yenə x-in kvadratı bərabərdir. 3/5-in kvadratı çıxılsın 3-ün kvadratı. Bu da eləyir 45 çıx 9, 36, yəni 6-nın kvadratı. Deməli x 6-dır. CD-nin uzunluğunu soruşur yenə. Yenə buradan bir hündürlük çəkirəm. Bu bucağımızı yenə 30 dərəcə verib. 30 dərəcənin qarşısındakı katet 6 olsa, deməli hipotenuzumuz 12 imiş. Yəni bu səfər də CD-miz 12 olmalıdır. Suallarda belə getdi. Gəldik 57-yə. 57-də nə deyir? Trapesiyanın diagonalları onun böyük oturacağına bitişik bucaqları yarıya bölürlər. Trapesiyanın perimetri 60, orta xətt 18 olarsa böyük oturacaq tap. Yaxşı, görək bu nətər baş verir. Yəni böyük trapezi çəkək. Trapesiyanın diagonalları deyir, onun böyük oturacağına bitişik bucaqlarını, yəni iti bucaqlarından söhbət gedir. İti bucaqlarını yarıya bölürlər. Gəlin, onda biz onu səliqəli seçmək üçün belə bir iş görək. Yarıya bölürlərsə bura alfa yazacağım. Baxın, bura alfa. Bərabər yalnız demir axı, ona görə də buralı beta yazacağım. Onda bura alfa olsa çarpazdırsa burada alfadır. Alfadır. Onda bura x desəm, bura alfa olduğuna görə burada alfada oturacaq bitki bucaqlar, burada x olar. Yaxşı, onda bura beta olduğuna görə burada betadır. Onda belə çıxır ki, bura x yazmışamsa, buranın da oturacağı betaya bitişikdə, baxın, bərabər yanlış bucaqlar burada da. Oraya x yazmışamsa, onda burada x-dir. Belə çıxır ki, onda bu bərabər yanlış bucaqymış. Trapesiyanın da perimetri 60-dır. Perimetrdən 60-dan mən çıxsam, orta xəttdir. Orta xətt 18-dirsə, deməli, onda oturacaqların cəmi, biri x-dir, biri y-dir. Orta xətt 18-dirsə, deməli, oturacaqların cəmi 18/2-dir. 36-dır. 60-dan 36-nı çıxıram yan tərəfləri tapmaq üçün. Yerdə qalır 24. Deməli, bu iki dənə yan tərəfin cəmi 24-dür. Yəni 2x deməli 24-dür. Onda x də bərabər 24/2, yəni 12-miş. X 12-dir. Bizdən nəyi soruşur? Böyük oturacağı soruşur. X 12-dirsə, indi təzədən böyük oturacağı nətər tapacağım? Bax, y-i nətər tapacağım? Perimetrdən 60-dan çıxacağım. Bu x-lərin cəmini, 3 dənə x-i. Y-i tapmaq üçün, baxın, y bərabərdir. Perimetrdən 3 dənə x-i çıxacağım. Yəni 60-dan çıxacağım 36-na. X 12 tapmışam baxın. O da təzədən 24 qalır. Deməli, böyük oturacağımız 24-üymüş. İndi keçək 58-də. İndi 58-də necə yazmalıyıq? Əvvəlcə yazaq bura 58. Deyək, diagonalları qarşılıqlı perpendikular düzbucaqlı trapesiya. Bu hazır sualdır. Hazır qaydadır. Bunun isbatı da var. Çox qəşəng, sadə də isbat var. Trapesiyanın oturacaqları 3-dür, 27-dir. Əgər əlavə də verib ki, diagonallar qarşılıqlı perpendikulardır. Onda bu hündürlük soruşur. Hündürlük bu halda bərabərdir hündürlüyün kvadratı. Oturacaqların hasilinə, yəni 3/27. Bu da 81 edir. H kvadratı 81 isə, deməli, həmən hündürlük 9-uymuş. Eynisi 59-da da. Kiçik oturacağını 4 verib, hündürlüyü 6 verib. Hündürlüyün kvadratı dedik, bərabərdir oturacaqların hasilinə. 4 vur, böyük oturacağı. Böyük oturacağı da bir k deyək. Deməli, buradan onda 36 bərabərdir 4k və k bərabər 9 tapırıq. Deməli, böyük oturacağımız bu səfər də 9-uymuş. İndi keçək 60-a. 60-cı sualda görək nə deyir? Hündürlüyü 8, iti bucağının tangesi 2
bərabər yan trapesiyanın diaqonalı yan tərəfə perpendikulyardır. Trapesiyanın götürəcəyini tap. Yaxşı. Bax, iti bucağının tangesi 2 bu nə deməkdir? Tangesi indi ola bilər ki, hələ keçməmisiniz, amma əvvəlki illərdən yəqin ki bilirsiniz ki, tanges alfa 2 olubsa, bu deməkdir ki, qarşı katetin bitişik katetə nisbəti 2-dir. Yəni alfanın qarşısındakı katet SK-dır. Deməli SK-nın bitişik kateti KD-yə nisbəti 2-dir. Bizə də SK-nı 8 verib. 8-in deməli KD-yə böləndə 2 alınıbsa, deməli KD 4 imiş. Bura 4 imiş. Bizdən nəyi soruşurdu? Böyük oturacaq. Bu AK-ya da X yazım. Onda buradan 8-in kvadratı bərabərdir. Yenə bu düz bucaq qaydasına görə yazırıq. Həmən hissələrin hasilinə, yəni 4x. Buradan 32, 8-in kvadratı 64 deyil daha doğrusu. 64 bərabərdir 4x, x bərabər 16 taparsınız. X 16-dırsa, böyük oturacağımız 16 ilə bu 4-ün cəmidir, yəni 20-dir. Şimdi keçək 61-ə. 61-də də eyni qaydadır. Yenə tangens alfanı 3/2 verib bu səfər. Deməli, yenə qarşı katetin, yəni SK-nın 12-nin KD-yə nisbəti 3/2 olub. Çarpaz vursanız, buradan da KD-ni 8 taparsınız. KD-yə 8 yazdım. Onda bura x yazıram. Yenə qaydaya görə 12-nin kvadratı bərabərdir. X vur 8-ə. Yəni 144 bərabərdir 8x. X bərabərdir 144-ü 8-ə bölsəz 1, 18 düşər. Deməli, x 18-dir. Onda böyük oturacaq. Yenə 18 ilə 8-in cəmidir. Yəni 18-in 8 yəni neçə eləyir? 26. Deməli, bu səfər böyük oturacağımız 26-dır. İndi keçdik 62-ci suala. Görək 62 necə yaza bilərik. Əvvəlcə biraz uzaqlaşdıraq, şəkil çəkməyə yer qalsın. Deməli, oturacaqlar 12-20 olan bərabər yanlı trapesiya. Bura 12-dir, bura 20-dir. Diaqonal yan tərəfə perpendikulyardır, trapesiyanın iti bucağının tangesini tap. Tapaq da nə var ki? Yaxşı, 12-20-də tez birinci buradan hündürlükləri yendirirəm, 40-40 xəttlərlə. Onda deməli, burada 12-dir. 20-dən 12 çıxıb 2 yerə böləndə, burada 4-dür, burada 4-dür. Ortadakı 12-ni silim. Yaxşı. Bu 20-ni də silim, 20-ni də bizi çaşdırmasın. 4, 4. Yaxşı. Bunlar hündürlükləri idi. Burada 12 yazım. Bu məsafə 12-dir, kənarlarda 4, 4-dür. Yaxşı, indi bir dənə birdən diaqonal çəkək, yan tərəfə perpendikulyar olsun. Oldu yan tərəfə perpendikulyar. Trapesiyanın iti bucağının tangesini soruşun. Bu hündürlüyü də moşunu çəkək belə. İti bucağı burada yazacaq alfa. Bizdən tangesi alfanı soruşur. Dediyim kimi tangesi alfa qarşı katetin bitişik katetədir. Qarşı katetimiz həmən bu hündürlükdür. Hündürlüyü böləcəyim bitişik katetə. Alfaya bitişik katetimiz 4-dür. 4-ə. İndi hündürlüyü necə tapaq? Bayaq yazdım. H kvadrat bərabərdir bu hissələrin hasilinə. Hissələrimizin biri 4-dür, o birisi də 12 ilə 4-ün cəmi, yəni 16-dır. Bu 64 edir. Onda H bərabər imiş 8-ə. H 8-i gətirib burada yerinə qoyuruq 8/4. Deməli iti bucağın tangesi 2 imiş. Yəni 62-ci sualda cavab 2. Üçüncü sualda nə deyir? Deyir, düz bucaqlı trapesiyanın diaqonalları qarşılıqlı perpendikulyardır. AB 18-dir. AD 12-dir, DC-ni tap. Bu halda da demişdik ki, düsturumuz belədir. 12-nin kvadratı bərabərdir, oturacaqların hasilinə. 18 vur x-ə. Əgər bu istənilən düz bucaqlı trapeziyada belə olmur, gərək diaqonallar qarşılıqlı perpendikulyar olsun. Onda buradan da 144 bərabərdir. 18 vur x, x də buradan 8 taparsınız. Deməli, DC parçamızın uzunluğu 8 imiş. Keçirik indi bu tərəfə görə burada kimlər var? Burada 64 ilə bayaqkına oxşardı. AB-yə 28 yazırıq, AD-yə 14 yazırıq, DC x yazırıq. 14-ün kvadratı bərabərdir 28 vur x, 196 bərabərdir 28x, x bərabərdir 196-nı 28-ə bölsək 7 dəfə düşər yəqin ki. Deməli, x-imiz də bu səfər 7 imiş. İndi 65-ə baxaq. Diaqonalı 26, hündürlüyü 10 olan kiçik oturacağına hər şeyi veriblər, nə var ki tapmağa. Diaqonalı 26-dır. Hündürlüyü 10-dur. Buradan hündürlüyü çəkirəm. Hündürlüyü 10-dur, sonra bu məsafəyə nə qalır? 26-ın kvadratından çıxıram 10-un kvadratını. Bunda qalır 24-ün kvadratı. Deməli, bu məsafə 24-dür.
Yaxşı, o məsafə 24-dür, kiçik oturacaqda 13-dür. Böyük oturacağın uzunluğunu tap. Yəni biz bir dənə bu kənar hissəni tapmalıyıq. Əslində bunun daha rahat tapılma üsulu var, amma biraz uzadı yolla gedəcəm ki, rahat başa düşülsün. Buradan da bir dənə hündürlük çəksəm, bu məsafədə 13 olar. Onda kənarda 11 qalar. Bu kənar 11 olsa, bu kənarda deməli 11'dir. Onda bütün trapesiyamız 24 üstəgəl 11, yəni 35'dir. Bu qədər basit. Bu neçənci sual idi? 65-ci sualda cavab 35. İndi 66 artıq uyğunluğu müəyyən edildi. Yavaş-yavaş sona yaxınlaşırıq. Gördüyünüz kimi demək olar ki 40-cı sualdan sonra 40 idi da deyəsən, yoxsa 40-dan 42-dən sonra artıq rahatlaşdı suallar. Yəni ortada bir demək olar ki 10 dənə 32-42 arası deyək də təxminən. Orada bir 10 dənə biraz çətin deyə biləcəyimiz sual var idi, amma ondan sonra hamısı rahatlaşdı. 66-cı sualda nə deyir? Deyir ki, ABCD bərabər yanlı trapesiyadır. Hə, simmetriya oxu falan. Bunları soruşur və də hansını çevrə çəkmək olar? Çevrə dərsini keçməmişik, amma deməli düzbucaqda, rombda, paralleqramda danışmışdıq bunun haqqında. Hansının daxilinə çevrə çəkmək olur? Tutaq ki, daxilinə trapesiyanın çevrə çəkə bilirəmsə, gələ bu bərabər yanlı trapesiya olsun. Çünki qarşı bucaqların cəmi bərabər olmalıdır. Bərabər yanlı. Daha doğrusu bəs hansı trapesiyanın daxilinə çevrə çəkmək olur? Daxilinə. Onda gərək qarşı tərəflərin cəmi bərabər olsun. Bura A, B, bura C, D yazsaq, gərək A üstəgəl B bərabər olsun C üstəgəl D. İndi bunları əsasən 66-da da yazacağım. Bax, birincidir ki, bərabər yanlı trapesiyadır. 4 simmetriya oxu var. Yox, bərabər yanlı trapesiyanın 4 dənə simmetriya yoxdur. Bərabər yanlı trapesiyanın bir dənə simmetriya oxu var. Ümumiyyətlə, adi trapesiyanın yoxdur, bərabər yanlı trapesiyanda bir dənə simmetriya oxu var, o da ortadan. Sonra bir də deyir, yalnız daxilinə çevrə çəkmək olur bərabər yanlı trapesiyanın. Yox, xaricinə də bəzən çəkmək olur. Baxın, burada düz deyir. Xaricinə bəzi hallar daxilinə çəkmək olar. Yəni, birə C-yə aiddir. İkinciyə rombdur. Rombdursa, onun deməli 2 dənə simmetriya oxu var. Romb dərsindən keçmişdik. O diagonallar. Deməli, romba aiddir. B variantı. Sonra C variantını yazdıq. D variantına deyir, yalnız daxilinə çevrə çəkmək olar. Rombun bəli, xaricinə çevrə çəkmək olmur. Çünki onun qarşı tərəflərinin, daha doğrusu onun qarşı bucaqları heç vaxt bərabər olmur da. Çünki ikisi kordur. Bax, qarşı bucaqlar ikisi idi. Ona görə bunu biz xaricinə çevrə çəkə bilərik. Ancaq daxilinə çevrə çəkə bilərik. Yalnız daxilinə. Deməli, BD bir dənə A variantı qaldı da. Bu da kvadratdırsa, bəli, 4 dənə simmetriya oxu var. İkisi diagonaldır. İkisi də biri bu, biri də bu. 4 dənə simmetriya oxu var kvadratı. Deməli, 1-ə SY, 2-ə BD, 3-ə də A variantı. İndi keçək 67-yə. 67-də nə deyir? Romb haqqında suallar verib. Rombun diagonalları qarşılıqlı perpendikulardır. Bəli. Sonra daxili bucaqların cəmi 540 deyil. Xeyr, diagonal bucağın təmbürəndir. Bəli, rombda yox, rombda diagonal bucağın təmbürən idi. Bəli, paralleqramda deyildi, rombda bəli. B-dir. Yalnız iki tərəf paraleldir. Yox, bu trapesiya aiddir. Y variantının trapesiya yazaq. Daxili bucaqlar 540 ümumiyyətlə bu 4 bucaqların heç birində belə olmur. Diagonallar bərabərdir düz bucaqlıda. 1-ə BD, 2-ə A, 3-ə də Y. C variantı heç birinə aid deyil. 68-ci sual. Deməli, nə deyir? Uyğunluğu müəyyən edin. Kvadrat haqqında yenə bunları biraz silək. Kvadrat haqqında bayaq dedik də. Diagonalını bucağın təmirləndir. Bəli, 1A. Yalnız iki tərəf paraleldir. Bu trapesiya aiddir. Daxil bucaqların cəmi 180-dir. Yox, bu 4 bucaqlının heç birində 180 deyil. 2 simmetriya oxu var. Bu düz bucaqlıya aiddir. Bütün tərəfləri bərabərdir. Bu da kvadrata aiddir. Deməli, 1-ə A, Y, 2-ə B, 2-ə D, 3-ə B. Bu da belə getdi. İndi qaldı son 2 ətraflı yazı tələb edən suallarımız. Deməli, əvvəlcə baxaq 69-cu suala. Elə ikisi də eyni sualda eyni şərt verib, birində böyük oturacaq 24 verib, birində də 32. Deyək, trapesiyanın böyük oturacaqla 75 dərəcə əmələ gətirən diagonalı. Yaxşı, bir dənə trapesiyanı çəkək. Bu olsun bizim trapesiyamız. Deməli, bir dənə diagonalını çəkək buradan. Böyük oturacaqla 75 dərəcə bucağı əmələ gətirir və yan tərəfə perpendikulardır. Burada 90 dərəcəsi, onda burada qalır 15 dərəcə. Böyük oturacaqda 24'dür, aşağıda 24'dür. Burada o düzbucaqlı üçbucaq var. Baxın, bir dənə median çəkəcəyik özümüzdə. Düzbucaqlı üçbucağın medianı əvvəlcə çəkək.
Medianımız olsun bu. Medianı gedir qarşı tərəfi yarıya bölür 12-12. Özü də elə deməli hipotenuzun yarısı boyda olur. Yəni özünün də uzunluğu olur 12. İndi bir dənə buradan hündürlük çəkək. Yaxşı, özü 12 oldusa, əvvəlcə hündürlük çəkməmişdən bir şey göstərməliydik. Yaxşı, 12 oldusa, baxın uşaqlar. Burada əslində bir balaca şəkildə, gəlin, mən şəkil düzgün çəkməmişəm. Bu median əslində üzü bu tərəfə durmalıdır. İndi dediyim kimi 12 bölürsə, yaxşı, bunun da özü də 12 olursa, indi bura 15 dərəcədirsə, onda burada 15 dərəcə olmalıdır. Onda burada qalır 30 dərəcə. Çünki üç bucağın xarici bucağı ona qonşu olmayan 2 dənə bu daxili bucağın cəminə bərabərdir. Burada oldu 30 dərəcə. Yaxşı, onda buradan da bir dənə hündürlük indirsəm, əslində hündürlüyümüz belə olmur, sadəcə mən şəkil səhv çəkmişəm. Yəni bu dərəcələrə uyğun çəkməmişəm. Məsəl üçün, burada 75 dərəcə bu cür olmamalıydı. Ona görə şəkil 90 dərəcəmiz oxşamır, amma fərz edək ki, bu 90 dərəcədir. Bu hündürlüyümüz bizdən trapesiyanın hündürlüyünü soruşdu, ona görə hündürlük çəkdim. Həmən hündürlüyümüzü gəlin tapaq. 30 dərəcənin bu qarşısında görürsünüz, hündürlük dayanıb. Həmən hündürlük hipotenuzun yarısıdır. Hipotenuzumuz da həmən medianın, düzbucaq bucağın medianıdır. Onda hündürlük bərabərdir. Həmən 12-nin təzədən 2-yə bölürük. Bu səfərdə cavabımız olur 6. Deməli, burada cavabımız 6-dır. Digərində də 70-də də. Bu səfər şəkli biraz səliqəli çəkməyə çalışacağım. Görək alınır mı? Şəklimiz sadəcə belə olmalıdır təxmini. Yenə bura 75 dərəcədir. Bu səfər 32-dir. Yenə median çəksəm 16 böləcək. Burada 15 dərəcədir. Bura 90. Bura 75 olduğuna görə. Bura 15-dirsə dedik, median da düzbucaqlı üçbucaqda nəyə bərabərdir? Median gedir hipotenuzu yarıya bölür. Özü də olur elə hipotenuzun yarısı boyda. İndi ora 16-dırsa, onda bura 15 dərəcədirsə də bura 15 dərəcədir. Onda bu ikisi 15-15-dirsə, bura 150, onda xarici bucağımız 30 dərəcə. Yəni xarici bucağımız 30 dərəcəsə, onda buradan bir dənə hündürlük çəkək. Gəlin onu qırmızı ilə çəkək. Bu olsun trapesiyanın hündürlüyü. Görürsünüz, burada da bir təzədən düzbucaqlı üçbucaq yaranır. Bu 16, bu onu oradan silim. O median uzunluğudur. Buradan yazın. Bax, bu çəkdiyimiz median. M yazıram. M medianın uzunluğu da 16. İndi 30 dərəcənin bucaq qarşısındakı bu katetimiz, yəni hündürlüyümüz olacaq medianın yarısı. Hipotenuzumuz da median burada. Deməli 16-nın yarısı o da eləyir 8. Deməli burada da cavabımız 8. Deməli nə edirik? 2 misalda da 69-dan 70-də. Bir dənə özümüzdən düzbucaqlı üçbucaq alınırıq burada. Bir dənə həmən düzbucaqlı üçbucağın medianını çəkdik. Medianı çəkəndən sonra da möhtəşəm üçlü də deyirlər bəzən. Bucaqlar 15-15, sonra 30 dərəcə, bir dənə hündürlük çəkdik. 30 dərəcənin qarşısındakı katetdə hipotenuzun yarısı. Belə cavabı tapdıq. Deməli 69-da 6, 70-də də 8. Beləliklə də trapezi suallarının sonuna gəldik. Sonda cavabları da bir daha sizə göstərim. Buradan da yazdığınız sualları yoxlaya bilərsiniz. 70-dən sual idi. Axır ki, çox bucaqlar mövzusunu bitirdik. Növbəti dəfə artıq dənliklər sisteminə aid sualların izahı gələcək. Siz də bunun üçün kanala abunə olmağı, bildirişləri açmağı unutmayın ki, videolardan vaxtında xəbərdar olarsınız. Sağ olun. Növbəti videolarda görüşənədək.